Ulu Tanrı'nın adıyla. Bismillahirrahmanirrahim. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 310. bölümün Allah'ın lütfu ve keremiyle başlayıram. Şükür olsun ki bu günləri də ömrümüz var. Allah ömrü verdi, inayet elədi və bu ömrü neçə şeydə sərf eləməyə başlayıram. Birinci bu ki, taza bir şey öyrəşək. Beynimiz də öyrəşsin. O da taza bir kitab oxumaqdır. Taza bir kitabı başlayıb oxumaqdır. Taza bir sahə ilə ki, kitablarda yazılıblar, tanış olmaqdır. İkinci, Türk millətinin yaratdığı uyğarlıqlarla dil uyğarlığı və yazı uyğarlığı ilə tanış olmağımız məsələsidir. Bu da çox önəmlidir. Ki biz dədələrimiz yazdığı təcrübələrin kəpsul eləyib gizlətdiyi ki bir zaman bilirlər onların evladları, tarix həmişə bir cür qalmır, zaman həmişə bir cür qalmır. Həmişə insan zəfər qazana bilmir. Bəzən şikəst yeyir, sınır, işğal olur torpaqları, beyni işğal olur. Amma onun çıxmaq yolu var. Dədələrimiz onu kitablarda qoyublar bizim üçün. Fərz edin ki, bir atom savaşı düşər, insanların bir çoxu ölə, ya ev-eşik qalmaya, sənət və teknoloji qalmaya. O insanlar ki orada qalıblar ya taza doğulacaqlar, onlar hardan eləyə bilərlər ki, tazaşdan qalxarlar əyağa, mərdçılıqların, davaların tapalar, nə bilim, şəhəri nə cür düzəldək, nə cür idarə eləyək, qanun nədir, filan nədir, bunları hardan tapa bilərlər? Ən yaxşısı budur ki, əgər ataların ağlı olmuş olsa, geçmiş kitabları, yəni indiki vardı, bunları yer altında ya dağların içində bir yerdə bunu gizlərlər. Və insan bir gün onu kəşf olmağa nail olar. O nail olanda oradan çıxar. Necə gördünüz, bir neçə il bundan qabaq Təbətdə bir dağın içində bir kitabxana tapıldı ki, onlar min cildi dedilər, orada əski əlyazma kitabları var və onları oxumaq bir neçə il, oxumaq yox, fehrist eləmək bir neçə il sürər. Və o bir dənə insanın xəzinəsidir bizim üçün. Bizim dədələrimiz də o işi görüblər. Yəni kitabları yazıblar, biz bilmirik qoyuluyublar yer altında ya yox, ondan xəbərimiz yoxdur. Amma bilirik ki, bu kitablar müxtəlif sahələrdə var. Onun üçün ən yaxşısı budur ki, biz qeydaq və öz kimliyimizlə tanış olaq. Görək ki, bizim dədələrimiz bizə nə qoyublar, nə yadigar qalıb onlardan, hangi miraslar qalıb, necə dövlət qurublar, necə dövləti idarə eləyiblər, necə böyük Çindən ta Avropanın göbəyinə qədər torpaqları nə cür idarə eləyiblər ki, iç savaşı çıxmır ya da çox az olur. Millətlər bir-birləri ilə millət olaraq savaşmırlar. Və bu çox ciddi bir məsələdir. Nə cür bunların dinlərin, dillərin hamısını müdiriyyət eləyiblər. Bu çox ciddi bir məsələdir ki, bunu biz qeysaq və o kitablara baxsaq, onlardan bir o şey ki, farsça zirbəna deyirlər. Bünövrə, bünyan, əsas düşüncələri orada taparıq. Sonra gündəki teknolojiyə baxaraq güncəllətmək olar. Gedək görək ki, bizə dədələrimiz o əski kitablardan hansıları qoyublar qalıbdır. Əlbəttə, bunlar olardı ki, mən əziz dostum və böyüyüm Azərbaycan cənablarının onlayn kitabxanasından PDF olaraq indirmişəm. Bu əziz çox zəhmət çəkibdir, bu kitabları axtarıb, tapıbdır, yığıbdır bir yerə, Telegramda qoyubdur, Instagramda qoyubdur, bilmirəm o birisi kanallarda, YouTube'da ya web-saytda qoyub qoymayıbdır. Hər halda bunlar bir şeydir ki, biz bunları görməliyik və bunları tanımalıyıq. Bir neçə gündə biz gəldik bu bəzi kitablardan Şərh-i Gülüstanı dünən oxuduq, yenə buracan oxumuşuq. Görək ki, eləyə bilsək əgər.
Turuq və Əhval Uləma, bunu dünənləri oxuduq. Çox cəlib bir kitab idi. İxtilacnamə. Bu günləri bu ixtilacnaməni açaq və habelə Məzhəri Türki dedikləri adda bu kitabı açaq, görək ki, nə olur. Niyə açılmırlar bunlar? Cəlibdir. Microsoft Edge isn't responding. Restart. Açıldı əlbəttə. Biri hangisi açıldı? İxtilacnamə açıldı, o birisi açılmadı. Məzhəri Türki də açıldı. Tamam. Birinci kitaba baxırıq. Əvvəl kitabın cildinə, yəni kağızına baxaq, kağızın əksi nə cürdür? Bəzi kitablar birisi fotokopi olur. Fotokopi olduğuna görə də ondan mənə heç olmasa zahirdə yapışmır. Ona görə onu oxumuram. Bu kitab amma açıbdır, görürük ki, gön, bunun cildi göndür və zahirən vəsətdə bir səhvə cırılıbdır. Qıraqda görürük ki, gönün dibində bir səhvə cırılan səhvənin yapışıbdır ora. Bəlkə də bu birisi səhvə yapışıbdır, heç cırılmayıbdır. Amma hər halda mənə belə gəldi. Özəlliklə burada kitabın şeyinə diqqət eləyəndə, bu dibinə diqqət eləyəndə bura görürük ki, onlar şeydən baxırlar, YouTube-dan canlı baxırlar. Onlar görürlər bu kitabın əlan burasını ki, göstərirəm. Burada bəllidir, bu kitab cırılıbdır və burada da bu cırılan əlaməti görürük. Ola bilər bu səhifə yapışmış olsun bura, ya da ki, bir ayrı səhifə burada var imiş, o cırılıbdır. Burada o yerdə görsənir. Kiçildək yenə kitabı. Kitabın burada bir möhür vardı. Yazıb ki, 19 səhifəsi var bu kitabın. 19 vərəqi var, üzr istəyirəm. Yəni bu kitab 36 səhifə gərək olsun. Burada PDF 11 göstərir. Bu 19 yazır. Bəllidir ki, bunun 8 vərəqi cırılıb. Yəni 16 səhifə bundan cırılıbdır. Bu birinci. Hər səhifədə də deyir 11 sətir yazılıbdır. Burada o Vaqifin, vəqf eləyənin ki, çox məşhur bir şəxsiyyətdir. Onun möhrü mənə daha tanışdır, onu görürük. Kitabın ən boyun yazıbdır ki, nə qədərdir. Burada kitab bir Haza Risali İxtilacnamə. Adı elə, buna da bir yazaq bir, adı İxtilacnamədir. Nə deməkdir? Ad İxtilacnamə. Nə deməkdir bu İxtilacnamə? Əslən, ixtilac sözü nədir? Onu burada yazaq. Görək ki, ixtilac, gələk bunu çevirək Türkcə, ərəbcə əlifbasına. İxtilac nə deməkdir? Sonra onu biz davam edərik. Görək ki, nə dedi ixtilaca? İngiliscə cavab yazır. Türkcə yaz lütfən. Tamam. Gene. Ərəbcə, Türkcə, əlifba ilə yaz lütfən. Əcəb, görək, sonunda qeydə nə cür oldu? Bu gün bundan bir ingilisli sual soruşmuşam, ona görə şey elədi. İxtilac nə deməkdir? İhtilac, indi Türkiyədə ihtilac dediği üçün bu latincəsinin ihtilac yazıbdır. Bu kəlmə lüğətdə titrəmək, seyrəmək. Seyrəmək məmulən gözdə olana deyirik biz Güney Azərbaycanda. Məsələn, bəzən olur ki, adamın gözü iradəsindən kənarda, qıraqda, iradəsiz olaraq içərdən ya eşidən bağlanıb açılan kimi olur. Ona seyrəmək deyirik və ya iradəsiz hərəkət etmək mənasına gəlir. Qədim kitablarda iki əsas məqsədlər işlənir, tibbi və cismani məna. Əgər kitabda bir xəstəlikdən bəhs edilirsə, bu kəlmə bədən üzvlərinin mətlubuz, göz, əl və ya ürək. Bu şeydir. Göz, əl və ya ürək ixtiyarsız titrəməsini ifadə edir. Məsələn, ürək ixtilacı dedikdə, ürək döyüntüsü ya həyəcan qəsd olunur. İxtilacnamə və fal qədim türk mədəniyyətində bədənin
səyriməsi bir işarət sayılırdı. Bu məqsədlə yazılan kitablara ixtilacnamə deyilirdi. Məsələn, sağ gözün ixtilacı yaxşı bir xəbərin gələcəyinə əlamətdir. Sol gözün ixtilacı bir kədər və ya çətinliyə işarət olaraq yüz vurulurdu. Ədəbiyyatda ixtilac, əgər oxuduğunuz əsər mənzum, şeir və ya təsəvvüfi bir kitabdırsa, ixtilac kəlməsi qalibən ruhun istirabı və ya eşqin şiddətindən ürəyin sarsılması məqamında işlənilir. Hər halda indi gedək bunu görək ki, nə baş duruq. Kitabımız nə oldu, niyə gəlmir? Tamam. Kitabımızın səhifəsinə əvvəl kağızlara dedik, baxırıq, görürük ki, kağızda nə cürdür? Görürük ki, çox bir gözəl xətt ilə, əlbəttə burada Bismillahirrahmanirrahim görsənmir, ehtimalən qabaqca yazılmışmış, cırılıbdır, ya yoxdur, əslən yazmayıbdır. Amma Bismillahın yerinə başlayıbdır, o Allahın hər halda inandığını gətiribdir. Çox bir gözəl xətt ilə yazıbdır. Bundan buradakı kəlmələr bir-birinin qarnına giriblər, çox bir-birlərinə bulaşıblar. Amma oxuna bilir bir əlifba xətt ilə yazıbdır, o əlyazı ilə. Bu əlyazı çox gözəl bir əlyazıdır məncə. Niyə ki, oxuya bilərəm, bunu anlaşa bilərəm, alver eləyə bilərik, düşüncə alveri. Bəzi kəlmələri qırmızı xətt ilə yazıbdır, bəzisi orada burada. Bu da onu göstərir ki, orada bir önəmli sözü yazır, bunun haqqında ya tozih verəcəkdir, ya da məsələn o söz hər halda bir önəmli bir məsələni orada qeyd edir. Aynı xətt ilə davam edir və qırmızı dediyimiz kimi də davam edir. Kitabın ortasında sap qırılıbdır, görürük, çıxıb eşiyə, onu burada görürük rəsmən, kölgəsi də düşmüşdür. Bu kitab nəzərəcədən çox işlənməyibdir, amma axirdə bu kitabın cırıldığı səhifələri görürük. Yəni, diqqət buyursanız, axirdə kitabın, mən bunu yenə yekəldim, dostlar bunu görsünlər. Burada əgər diqqət eləsəz, kitabın səhifələrin, bir çox səhifənin cırıldığını görürük. Bunu iki dana illəti ola bilər. Bu iki düşmənlər bunu cırmış olarlar. Bir də ki, ahmaqlar bunu, ahmaq deyək, cırıb məsələn bir istifadə eləmiş olarlar. Ya da ki, əslən xoşu gəlməyib, bir kitabı cırıbdır. Cildin bu tərəfi də cırılıbdır. Yəni, cildin birinci tərəfi, başlanğıc tərəfi yapışıqdır, amma ikinci tərəfi burada görürük ki, cırılıbdır. Təəssüflə, ona görə bu kitab azdır. Kitab əslində çox az bir vəziyyətdə qalıbdır. Çoxu cırılıb gedibdir. Yəni, əslində bunun 8 səhifəsi aradan gedibdir. Qeydaq kitabı oxumağa başlayaq, görək ki, bu kitab nə deyir? Qonusu nədir? Hangi zaman yazılıbdır? Kim yazıbdır? Niyə yazıbdır? Bunları örgəşək. Görək ki, əgər bir əlamətləri tapsaq, təəssüflə bunun düz də əvvəli var, amma mümkün də əvvəlindən də bir-iki səhifə düşmüş ola. Axiri qətən düşdüyü üçün tarixsat məmulən axirdə yazılır. Onu orada görməyəcək. Amma bəlkə inşallah əvvəllərində bir şey deyər ki, biz oradan eləyə bilirik. Kitabı tapaq ki, bu hangi tarixdə yazılıbdır. Haza risali ixtilacnamə. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə seyyidina Muhammedin və alihi əcməin. Əmma bə'd. Bu kitab ixtilacnaməyi bəni Adəm əzaləri səkərsə hökmü nədir bildirər. Səyrimaq. Səkərsə ehtimalən bunun ədəbi adıdır, bilmirəm. Hər halda beləsi yazılır. İxtilacnaməyi bəni Adəm əzaləri səkərsə hökmü nədir? Əgər ixtiyarsız bu əzalar hərəkət elərsə, onun hökmü nədir? Burada bunu göstərir ki, bu getdi dava-dərman üstünə, tibb üstünə, həkimlik üstünə. Amma baxaq görək, bəlkə də getdi fal üstünə, bilmirəm. Fars həkimləri və Rum həkimləri ömrləri bu nüsxeyi sənmək və bu nüsxeyi sınamaq yəni sınanmaq, yəni təcrübə eləmək, imtahan eləmək, sınamaq və təcrübə qılmaq içində xərc qıldılar.
Burada Rumdan murad bilirsiniz. Türkiyə, bugünkü Türkiyə Osmanlıdır. Mənzur Osmanlıdır. Hökmləri ömrlərini, həkimləri ömrlərini bu nüsxəni sənəmək ya sənmək, bəli, sənəmək və təcrübə qılmaq içində xərc qıldılar və İskəndər Zülqərneyn əleyhissalam bu nüsxəyi xoş görüb daim biləsində, biz Təbrizdə bu bilə sözünü işlədirik, biləsində, yəni özündə tutardı, öz yanınca daşıyardı. Bil külliya əzalar səkirmək bu rivayət üzərə deyir. Deyir ki, bu rivayət üzərə o səkirməyə görə əgər başın ortası səkirsə, başın ortası, ehtimalən bura ya bura, bilmirəm indi harası, başın ortası nə deməkdir? Əgər başın ortası səkirsə, Cəfər Sadiq edər yəni deyər, ululuq bulə, böyük adam olar və ani xeyr ilə analar, onu xeyr ilə yad elərlər belə bir adamı. Dünya Danyar edər. Danyar bir addır. Ehtimalən Danyal Peyğəmbəri Danyar yazıbdır. Bəlkə beləsi görürəm. Danyar edər. Dəzik üçün Səğrayın İskəndər edər. Bu nə deməkdir? Baş tapmadım. Rızq üçün. Danyaldır hər kəsdə. Bu Danyar edər. O deyib ki, rızq üçün Səğrayın. Hər halda bu rizq üçündür. Bilmirəm, bu Səğrayın nə deməkdir. İskəndər eydər. İskəndər də deyib ki, yücəlikdir xalq arasında. Bu İskəndər də belə deyibdir. Bars həkimləri edər. Fars həkimləri də deyiblər ki, səfərə var qənimət bulə. Get səfərə qənimət əldə elə. Yəni qazanarsın. Rum həkimləri eydər. Onlar nə deyiblər? Səfərvarə səlamət gərünlə. Ya gərüklə. Gərünlə olar da. İstanbul mərkəzli düşüncələrdə də deyiblər ki, səfərə gedən səlamətlə qayıdar. Əgər başın dibi səkirsə, Cəfər Sadiq rəziyallahu anhu eydər. Qovmündən dostluq bulə. Danyal, indi o Danyal oldu. Orada Danyar yazmışdı, burada Danyal yazdı. Danyal eydər, şadlıq bulə. İskəndər eydər, ululuq bulə və kəramət bulə. Fars həkimləri eydər, ululuq bulə, sultandan. Rum həkimləri eydər, nə kim dilərsə ərişə, hər nə arzu eləsə ona gedər. Əgər başı külli səkərsə, Cəfər Sadiq rəziyallahu anhu eydər, qüssədən qurtulə. Danyar eydər, azacıq qüssələnə. İskəndər eydər, qüssələri gedə. Bu tür bir şeylərdən danışıbdır. Əgər alnı səkərsə, əgər sol yanı səkərsə, əgər kəsəsi səkərsə, nə mənədir? Əgər əksəsi səkərsə, bir səhli qüssə filan. Əgər iki qaşı arası səkərsə, beləsi bir şeylər. Tamam, bu gedir o fal bölümüdür. Əslində ki, nə ola, nə olmaya. Əgər qulağı, burada qulaq gördüm, amma indi o qulaq itdi, necə oldu? Əgər sol qulağı səkərsə, Cəfər Sadiq eydər, qayib ərişə. Danyal köklü diləkən
bulə. İskəndər eydər şad olə. Fars həsimləri eydər nemət bulə. Rum həkiləri eydər gözü aydın olə. O da qulağınçı idi. Hey beləsi bir şeylər yazır, calibdir. Hər halda bu kitab bu qədər. Əvvəlində bir şey yazmayıbdı, tarixin bir axirində də bir şey yazmayıbdı. Calibdir, yəni bu da bir şeydir də yazıbdır. Əgər ərgənə ortası, ərgənin ortası, yəni belinin ortası, əgər ərgənin ortası səgərsə, hökm əsəndən yardım ərişə. Hökm əslində nə deməkdir? Yardım ərişə cümlə arqası, yəni bir kəzdən səgərsə qıyğılı olə. Qıyğılı nigeran. Əgər kökünün sağ yanı səgərsə ana bir, hər halda bu şeydə bu haqda bir kitabdır. İxtilasnamə pəs demək, yəni səyirmək. Səyirmək. Təəssüflə bunun haqqında bir şey çox gözəl xətt ilə yazılıbdır. Oxuması da rahatdır. Yəni ərz elədiyim kimi çox da çətin bir şey deyil. Kitabı əvvəldən axıra oxumaq olur, amma bu da bir hər halda insanın bədənində bir şeylər tapılır, ona bir məna veriblər. Nə qədər düzdür, nə qədər qələtdir, onu hər insanın öz təcrübəsinə deyək, bağlayaq gedək. Bu ikinci kitaba geçsək, Məzhər-i Türki. Görək bu Məzhər-i Türki nədir? Bu kitab yazıblar burada ki, bir dənə tarix kimi bəlkə yazıblar. Hətta bu kitab 2 dəfə indirmişəm. Calibdir, bu hansısıdır? Baxarıq, görürük. Ehtimalən bunu oxumuşam öncədən. Oxusam əgər. Yazıb 83 səhifədir. Yəni bütün hər PDF-in hər səhifəsində 2 səfəlik kitabdan əksin qoyubdu. Kitabın 2 səhifəsindən əksin qoyubdu. Pəs onlar 166 səhifə. Birinci, elə burada görürük kitabın cildi xurmayı ya qəhvəyi rəhdə qərə qəhvəyi bir kitab imiş. Əcəba bu işlənib qərə olubdu, yoxsa qərə imiş işlənibdi, altında gönün özü çıxıbdı. Hər halda bu belə bir sualdır. Kitabı açırıq, görürük ki, içində bir nəqqaşı var, cildinə yapışdırıblar. Nəzərə gələn, bu da su üstündə nəqqaşilərdən ola bilər Osmanlı dövründə. Kitabın burada birinci səfədə bir möhr görürük. Zahirən bir ərəb məmləkətində saxlanır, çünki möhrdə yazıb Qismil Məxdutat Ət-Təsəlsül 686. Əcəba bu kitab hangi ərəb məmləkətində saxlanır? Bu bir məsələ. Əl-İslamisini oxuduruq. Minəl nəmənəyə Ət-Turasıl İslamisini oxuruq, amma buranı oxuya bilmirəm. Bunu inşallah ki oxuyarıq. Kitabın səhifələrinə baxmağa davam edirik. Burada bəllidir kitabın burası biraz, burada kəsif saxlanması görürük. Ehtimalən kitab cırılmışmış, sirişomla yapışdırıblar. Onda sirişom dəyib o üzbüyüzə belə görsənir. Amma ola da bilər ki sirişom olmasın. Amma burada sirişom var. Yəni kitabın şirasəsində sirişomu görürük. Kitabın adı Məzhər-i Türkidir. Bismillahirrahmanirrahim ilə başlayıbdır. Çox sadə kadrlar qoyubdur. Ehtimalən buna təzhib çəkəcəkmişlər, ya nəqqaşı çəkəcəkmişlər. Onu görmürük. Bir dənə burada möhür görürük ki, bu arxada gərək yolu idi, amma arxada yoxdur. Elə burada vardı. Amma bu möhür çox da şik bir möhürdür. Yəni beləsi bir möhürdür. Mərkəzi İhya-i Tərasıl İslami deyə bir şeydir. Möhür burada da çox qatışıq bir möhürdür. Əlbəttə ehtimalən qərinədir. Yəni bir şeylər yazılıbdır. Təzədən onu aynanın qabağına qoysaz 2 dənə görsənər. O şəkildə bunu çox gözəl bir şey çıxıbdır əslində. Bunun Mərkəzi İhya-i Tərasıl İslami yazsaq elə gətirər. Mərkəzi İhya-i Tərasıl
Əl-İslami, Əl-İslami deyil, İslamidir, onu bir mütməyin olaq ki, Mərkəzi Ət-Turasdır, Mərkəzi İhyai Ət-Turas Əl-İslami. Tamam, o cür olanda qeyd edirik buradan. Əl-Turas Əl-İslami haradadır? Görək ki, bunu bizə desin, bu Mərkəzi İhya-i Turasıl İslami haradadır? Mərkəzi İhya-i Turasıl İslami, İslami mirasın diriltülmə mərkəzi ilə bağlı iki məşhur mərkəz var ki, hər ikisi də İranın Qum şəhərində yerləşir. Allah Allah, oxuduğunuz kitabın mövzuuna görə bu iki mərkəzin birindən bəhs edilə bilər. Mərkəzi İhya-i Turasıl İslami Ayətullah Sistaninin nizarəti altındadır. Bu mərkəz nüsxəşünas alim Seyyid Əhməd Hüseyni İşgəvəri tərəfindən təsis edilib və əsasən əlyazma nüsxələrin nüsxə xətti qorunması və kataloqlaşdırılması ilə məşğuldur. Adres İran Qum Səfaiyyə Xiyabanı Şühəda Amar küçəsi 42-ci plaj. Fəaliyyət bu mərkəzdə minlərcə qədim əlyazma nüsxənin əksi və əsli saxlanılır. Müəssisəyi Ali-Beyti əleyhissalam li İhya-i Turas, bu da bir ayrısı. Bu müəssisədə çox vaxt İhya-i Turas adı ilə tanınır və qədim kitabların Turas dəqiq təshihi və çap edilməsi ilə şöhrət qazanıb. Adres İran Qum Səfaiyyə Xiyabanı. Yenə də aynı xiyabandadır. Köməkçi qeyd. Əgər siz qədim bir türkçə kitab oxuyursunuz, bu mərkəzlərin kitabxanalarında o kitabın qədim əlyazma nüsxələri və ya fehristi ola bilir. Xüsusən Seyyid Əhməd Hüseyni İşgəvərinin fehristi Osmanlı və qədim Azərbaycan türkçəsində olan bir çox nüsxəni tanıtdırıb. Sizin oxuduğunuz kitabın mövzusu nədir? Əgər kitabın adını bilirsiniz, hansı mərkəzin kitabxanasında olduğunu daha dəqiq araşdıra bilərəm. Tamam, bu həddə bu bizə kitab dedi ki, Qumdadır, amma ərəbcə yazıblar. Bu biraz mənə kitabı oxuyaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin və səlatu və səlamu əla xeyri xəlqihi Muhammedin və alihi təyyibinət tahirin əcməyinə ilə yevmiddin. Əmma bə'd. Buracan həm Bismillahın dedi, həm də Allaha şükr elədi, Peyğəmbərə salam salavat göndərdi, Peyğəmbərin dostlarına da və indi buradan bizə başlayır, görək ki, hangi dildə yazır. Cəlibdir ki, bu kitabın adı Məzhər-i Türkidir. Görək ki, dili nədir? Mənə belə gəldi ki, bu farscadır. Ona görə bu sözü dedim. Cümgeşti diyar nadani və səhranəvərdi xiyalat pərişani Əbdürrəhim Şirvani Qəfərəllah Teala zunubəhu və sətərə uyubəhu. Pəs bunu yazanın kitabı, kitabın adı kitabın ilə adı kitabdır ha. İkincisini yazaq. 2 ad kitabı Məzhər-i Ət-Türki. Yazar Əbdürrəhim Şirvani. Şir də deyil, Şervani, Şervani yazıbdır. Qəfərəllahu Teala zunubəhu və sətərə uyubəhu. Bir bər səfhi ərz mi nigarət ki, əsli məskətur rəəsi in az nəbi zəlil, az bəldi cəlili Ərdəbildəndir. Bu adam özü. Şirvani Ərdəbili gərək yazaq. Ərdəbili. Şirvani Ərdəbili az bəldi cəlil Ərdəbil və lekin در مبدأ کهتریت və cəvani müddəti در بلدی طیبه şamaxi Şirvan. Burada Şirvan, orada Şirvan yazmışdı. Burada Şirvan yazıbdı. Yəni burada onu türkcə ləhcə ilə yazıbdı. Müddəti در بلدی طیبه şamaxi Şirvan نشو نما یافته و روزگار اول شباب را در آن ولایت با یاران و دوستان
گذرانیده بود و اهالی آن دیار از اعالی و ادانی. اعالی یعنی عالی adamlar, ادانی یعنی aşağı adamlar. Umumen با لفاظی به الفاظ olacak. به الفاظ Türkiye təkəllüm mi başанд. Hamısı, yəni deyir ki, umumən deyəndə, yəni orada burada bir iki dənə çıxıl diş düşər, orada burada bir boş qalar. Onlar məsələn farsmış o boş yerlər. Ya ayrı bir dil, erməni də ola bilərmiş, gürcü də ola bilərmiş, ayrı bir dil. Türkiye mütecəllim mi başand və bimərtəbi kəlam Türki در آن مرزبون وقوع و şuyu دارد ki در هنگام طفولیت ki در آن cümləbəndi, bu cümlələr ki qoyubdu cümlələr yazmaq, bu cümlənin şəkli görsədir ki, bu adam farsını yaxşı başarmır. Yəni burada Türkçe dili hakkında danışır ama görək hər halda bu Türkçe hakkında bir şeyler deyəcəkdir. به الفاظ ترکیه متکلم می باشند و به مرتبه کلام ترکی در آن مرزبون وقوع و شیوع دارد که در هنگام طفولیت که در آن ولایت تبتن داشت ملاحظه می شد که در بعضی از اوقات که مسافر و غریبی از عراقی و یا فارسی و یا خراسانی که وارد آن بلده دیار و ya görürsünüz, diqqət buyursanız burada İran diye bir söz işlətmir. İndi bu kitab hangi zamanda gəlir? Buna da diqqət buyurun. Deyir ki, در بعضی اوقات که مسافر و غریبی از عراقی و یا فارسی و یا خراسانی. Acaba bu İraq ki yazıbdır, İraq ərəbdir, İraq əcəmdir, bu da məsələdir. Amma hər halda Xurasani özü bir şeydir, yəni که وارد آن بلد و دیار و با لفظی و به الفاظ فارسی تکلم و گفتار می نمودند belli oldu ki bu da Əraq əcəmdir. Əraq sözü hər ikisində də türkcədir. Bu Əraq sözü ki bu gün Əraqa işlənir, bu Birinci Dünya Savaşından sonraki Osmanlı bölündü, ondan sonra qoyulan addır. Ondan öncə Əraq adında bir torpaq kiçik bir bölümdür onun içində. Əgər olsa bu onlardır. Necə ki Misr o cürdür. Bunlar bir kiçik, hətta Ərəbistan da o cürdür. Yəni bir kiçik bölgəyə ad imiş. Yoxsa külli o məmləkət sonralar yaranıblar bu şəkildə. به الفاظ فارسی تکلم و گفتار می نمودند. اهالی آن ولایت در تقریر cavab aciz və bəl muhtac be dilmaz. Görürsüz, adam dəqiqən türkçü, farsını çox zəif bilir. Amma deyir, mən uşaqlığımı orada keçirmişəm. İşte burada bir özündə bir əskiklik hiss edir. O fars dilinin qarşısında, fars mərkəzdəki oturubdu, özündə bir aşağılıq görür özündə bir. در تقریر جواب عاجز و بل محتاجی به دیلمانز و آرزوی عبارات کتب فارسیه در نهایت صعوبت و اشکال cevab sual ادا می‌کردند. Yəni farsça bilmirdilər də. Bunu deyir ki, در نهایت و از روی من آرزو oxudum onu. 190 اهالی آن ولایت در تقریر جواب عاجز و بل محتاجی به دیلمانز و از روی عبارات کتب فارسیه در نهایت صعوبت و اشکال cevab sual ادا می کردند. Diqqət eləsəz, çox şeydir. Mən bu kitabın içinə baxdım mı, yoxsa baxmadım? İndi orada bir şəkkə düşdüm ki, mən bu kitaba əslən baxdım, baxmadım. Baxaq əvvəl kitaba, baxsaq da. Dövrəsində kadrı yoxdur. Kadrı bir qırmızı rənginə bir dənə kadrı var. Kitabın bəzi yerlərində ərəbcə yazılıbdır, üstünə titri çəkilibdir. Şeir görürəm, orada burada yazılıbdır, qırmızı xətt çəkilibdir üstlərində bəzi kəlmələri bir məzahir türki. Əcəba bu nə ki, bu cəlib kitab olacaqdır, bunu oxumalıyıq. Billahi tövfiq vəl iyanə müqəddəmə buradan başlanır. Hələ buradan 8-ci səhifə, yəni 16-cı səhifədə müqəddəmə başlanır. Əlbəttə o birinci bölüm çox mühümdür mənim üçün. Bunu yəni deməliyəm. Buradan sonra da bəhsləri başlayır kitabın. Çox gözəl xətti var. Sətirlər bir-birindən aralıdır.
Kəlmələr də bir-birindən aralıdır, oxumağı çox rahatdır. Əl yazısı çox qolay oxunan bir, çox sadə və rahat oxunan bir əl yazıdır. Türkcə olduğu üçün, farsça olduğu üçün də mən üçün ömrümü farsça oxumuşam. Mənə bunun oxumağı daha rahat gələcəkdir. Amma belə gəlir ki, bir çox yerdə ərəbcə və türkcə kəlmələri yazıbdır, onların üstündə xətt çəkibdir, onların səsini də qoyubdur. Yəni bəlkə bir lüğətnamə kimi bir iş görübdür, bilmirəm nədir. Baxmadığım üçün o ərəb kəlmələri, feilləri eləyibdir, sərf eləyibdir. Gəldim, gəldin, gəldi, gəldik, gəldik, gəldiniz, gəldilər. Məsələn, bu cürsü sərf eləyibdir və səslərini də qoyub üstünə ki, doğru çıxsın. Bunu da burada görürəm. Getdikcə də çoxalır bu sistem və farsının da dediyim kimi türk ləhcə ilə yazdığını da görürük. Kitabın rəngi sarıdır. Çox işlənməyib bu kitab zahirən. Belə görünür ki, insanlar buna əlaqəsi olmayıb. Möhrü bir də burada tazaşdan vurublar. Həman kitabxananın möhrün saqqal kəlməsini gördüm. Mənə gəlir ki, lüğətnamə kimi bir şeydir, amma baxarıq. Kitabın sonuna gəldik. Kitabın sonunda görək bir tarix buna qoyublar ya yox. Əvvəl oradan oxuyaq, sonra qeydərik bunu, görürük. Burada bir dənə kəlmə yazmışıq, bir nəfərin adını yazıbdır. Qəşəng bunu rəsmən götürüblər, yaşlayıblar, siliblər. Ki, bu adamın adı bəlli olmasın. Bəllidir, İran kitabxanalarında olsa bu işi görəcəklər. Əlbəttə, burada istirdim mən bunu biraz gətirəm əşaya. İsmi məf'ulu filanı bunları axirdə deyir. Mə'la, bünyan, rəf'inə məkan. Nəməni hincətül azim vəl-əyan, səməri şəcəri insaniyyət, dolu və nubaviyi hədəqiyyə avdəmiyyət və sidadi. Bu adam ki, istir o kitabı neyinibdir, onu istir deyə. Məxdumzadeyi ali və cəlili ağayı, onu siliblər, istəməyiblər desin. Təvvəlallah Teala ömrəhu və zəyyedə qədrəhu və ə'la şə'nəhu, xahişmənd budən ki, kəlami türki yad girənd. Adam kimiymiş, onun adını siliblər. Xahişmənd budən ki, kəlami türki yad girənd və təkəllüm fərmayənd. Binaən əla haza ma'murən به تبیید و تحریری به تبیید و تحریر این اوراق مبادرت شد چون بدیهیه و در نهایت سرعت این رساله صورت اتمام پذیرفته امید که ناظران رساله قلم عفو بر جرایمی حقیر بکشند و اگرچه این کتاب از اول تا به آخر غلط و سهو و خطاست adam yaxşıdır ki özün həddəqəl deyir ki və ibarat دور از فصاحت و بلاغت نوشته شده امید که کاتب را به شفاعت ترکیت اصلی ببخشایند və məayib an ra, yəni köküm türk olduğu üçün məni bağışlayın, yəni farsça düz yazmamışam. Çox da adam çox şey yazıbdır, düz yazıbdır. Katib ra به شفاعت ترکیت اصلی ببخشایند و معایب آن را ملاحظه ننمایند. بزرگان نکته برخوردان نگیرند. Tarix də qoymayıbdır, təəssüflə. Amma bunu biz çıxadarıq. Bu kitabı adam özü yazıbdır. Bu kitabın sonunu da gördük əlbəttə. Bu da kitabın sonu, cildin son tərəfidir. Bu da görürük. Aynı vəziyyətdədir. Qeydaq kitabın ən başdan yenə oxumağa başlayaq. Görək ki, nə deyir. Biraz oxumuşduq. Gəlmişdik ki, ikinci səhifənin ortalarına yetişmişdik. Yəni aşağılarına. به الفاظ فارسی تکلم و گفتار می نمودند اهالی آن ولایت در تقریر جواب عاجز و بل محتاج به دلمات
و از روی عبارات کتب فارسیه در نهایت صعوبت و اشکال جواب سوال ادا می‌کردن. علا ای حال، علا ای حالın üstüne xətt çəkib çünki ərəb zədi, nə fars zədi, nə türk zədi. بعد از چندین سال این خاکسار حقیر به متابعت تقدیر خالق، به متابعت تقدیر خالق قدیر، خالق قدیر به دست گردش زمانه گرفتار و اسیر. نه olubdu görək bu giriftar əsir olub nə oldu? Və müddətهای mütəvali ایام در بوادی و شهرستان غربت و کریت در ولایات ترک و تاجیک به مهنت و راحت مدار و بعد از انقضای مدت بسیار رهنمونی قضای کردگار حسب الفرمان پادشاهی جمجاه الاعتبار عادل نامدار از صوبی خراسان مأمور به آن سامان و واردی دار العلم شیراز و بعد از چند گاه نظر به استیلاء فقر و درویشی و استیصال اوضاع و پریشانی روزگار لابد و ناچار در آن دیار رحل اقامت افکنده توتن اختیار افتاد. Gedib Şirazda qaldı. Əlbəttə burada adını çəkmədi. Bir nəfər bunu həsəb el fərman padşah cəmcahi və etibar da ehtimalən və təbar və etibar. Görək bu kim ola bilər? Adilşah namdar. Bunu yazsaq əcəba bizə bir şey gətirər? Padşahi cəmcahi, padşahi cəmcahi padşahi cəmcahi nə mənə? Vəl ətbari adilşah. Vəl ətbari adilşah kimin ya da hançı şahın ləqəbləridir. Fikr edirəm oxuduğunuz kitab Səfəvi dövrünə və ya ondan sonraki klasik Osmanlı Azərbaycan nəsrinə aid bu ifadələr bir padişahın xas adı deyil, daha çox əlqab və nüut, yəni təriflər və sifətlər bölümünə aiddir. Hər sözün öz mənası padişah-ı cəmcah, ötürək bunları İstirdim deyəm, görüm ki, deyir ki, tarix mətnlərdə bu kəlmələr ən çox bu şahlar üçün işlənilib. Şah Abbas Səfəvi, Şah Abbas Kəbir Səfəvi dövrü mətnlərində, məsələn, Aləmaraya Abbasi kitabında onu tərif edərkən tez-tez cəmcah və adil sifətlərindən istifadə olunur. Sultan Süleyman Qanuni Osmanlı mənbələrində xüsusilə ədalət ilə məşhur olduğu üçün bu tərzi təriflər çoxdur. Adilşah Əkbşar, əgər bu bir ad kimi işlənibsə, Nadirşahın qardaşı oğlu Əliqulu xan Adilşah adı ilə tanınan ola bilər. Amma sizin qeyd etdiyiniz cümlədəki cəmcah və valatəbar yazıbdır. Mən etibar oxudum, valatəbar düz gəlir. Valatəbar kəlmələri daha çox böyük və qüdrətli bir şahın rəsmi əlqablarına bənzəyir. Bir nöqtə, qədim kitabların dibaçə, giriş hissəsində müəlliflər o dövrün şahını tərif edərkən bu kəlmələri bir rədif kimi düzərlər. Əgər kitabın ilk səhifələrini oxuyursunuzsa, müəllif kitabın kimə hədiyyə etdiyini bir neçə sətir sonra qeyd edər. Tamam, baxaq görək ki, biz də o cür bilirik, amma dedik, bəlkə taparıq buradan. Dedi ki, həsəb-ül fərman padişah cəmcah والاتبار عادلشاه نامدار از صوبی خراسان معموری به آن سامان ora gedibdi və varidi Darülilm Şiraz və بعد از چند گاه نظر به استیلاء فقر و درویشی و استیصال اوضاع و پریشانی روزگار لابد و ناچار در آن دیار
در آن دیار رحل اقامت افکنده təbəttün ixtiyar افتاد. Buradan özünün başına gələnləri yazılır. Elhamdülillahi qırmızı xəttin üstünə çəkibdi bunun. Elhamdülillahi Rabbil alemin ələ kulli hal. Allaha hər halda şükr eləyək. Və nəzər be an ki, az ibtidai tufuliyyət ilə an yəni bu ləhziyyəcən. İlə an şوق تحصیل علوم در کانون خاطر فاطر هرس کالنفس فی الحجر bu چمن نفس فی الحجر قرار و استقرار داشت و پیوسته و پوسته طالب همان پیوسته olacaq و پیوسته طالب و راغب حصول این معنی و mütərəssidi اوقات فرصت می بود və əgərçi buranı qırmızı yazın və əgərçi bu əgərçi cümləni dəyişdirir. Bənabər kisrət məşağil həssisiyyə ya hissiyyə xəssisə dünyəviyyə bنابر کثرت مشاغل خصیصه دنیویه که سبب تحصیل معاش ضروری صاحبان حیات است از آن سعادت عظما محروم و مایوس و با حوال خیشتن حسرت و افسوس می داشت. لیکن به قدری مقدور و میسور مضمونی هدایت مشهون ما لا یدرک کله لا یترک کله را رعایت و در بعضی اوقات که توفیق ربانی معاونت می فرمود در مجمع درس علمای ذوالقدر و المکان کسر الله تعالی امثالهم و ایسر آمالهم حاضر و به صحبتی کثیر السعاده سعاداتشان فایز و ملاحظه مباحثه و مذاکره عربی و فارسی ایشان میشد. ولله الحمد و المنه با وجود نامساعدی روزگار غدار فضلی کاملی الهی شامل حال و فیض خدمت با موهبتشان چون کیمیای احمر مؤثر و کارگر افتاده از میامن انفاس سیامن انفاس شریفشان اندک ربط و استهزار در قواعد کلمات عربیه و فارسیه به هم رسانید و چون اصلا و مطلقاً رساله و کتابی در ضوابط و قواعد کلمات ترکیه که دقایق آن کلام مهابت بر فرجام را صاحبان ذهن در جاه متوجه گردیده رساله در آن خصوص ترتیب داده باشند به نظر حقیر نرسید. Türk dilində kitap yox idi ki, örgəssin Türk dili. در آن خصوص ترتیب داده باشند به نظر حقیر نرسید. این معنی را از غیرت و حمیت ترکیت بعید و تمهید تعلیف و ترتیب تصنیف چنین رساله از خاطر حزین خطور نمود. Deyir ki, mənim türklük qeyrətim qoymadı ki, necə ki, türk dilində bir kitab yoxdur ki, farslar türkü örgəşələr. و ترتیب تصنیف چنین رساله از خاطر حزین خطور نمود هرچند به مضمون صدق مقرون و این من شیء الا یسبح بحمده و یسبح لله ما فی السماوات و الارض و هو العزیز الحکیم هر مخلوقی جناب احدیت جعل شأنه را به زبانی ستایش و ثنا خوانی نموده می نمایند لمؤلفی kim yazıbdı? Yəni ehtimalə bu şeiri özü deyibdi. Aha. Bu şeir içində الان از ازل تا به ابد خلق زمین و آسمان üfügi bu üfüq değil. Qəfəqdir, nədir? Qəfəqi رو وحدتش در مختلف باشد زبان متفق در وحدتش
ور muxtəlif باشد زبان. belə bir şeir. Aha, davamı var bunun. Hind, Rum و ایران و توران و جمیع و کائنات هر یکی طرزی ستایندش به هر شهر و مکان. ترک و تازیک و عرب ارمن از ارکا فرمود، کرده است هر یک از ایشان حمد حق در ورد زبان. کعبه و بتخانه و دیر و حرم هر جا که هست، عالمی را رو به سوی اوست کش نبود و مکان. مقصد و معبود او هر چیز شیء صادق است، cümle rasti از آن کو را nemi başet nişan. Tamam, buradan bir şiir yazdı Allah'ın hakkında, her dilde herkes öz dilinde bir şeydir. Amma otun əksərə ağzın və buzurgan və ərbab-ı düvəl və əshab-ı iqtidar. Bu kitab farsça olduqdan oxuyuram, illəti nədir? Mən türkçə oxuyuram məmulən. Buna görə ki, bu kitabın məzhəri türki deyə qabaqcan bir kitab oxumuşduq. Bu odur ya o deyil, bir onu kəşf eləmək. İkinci, bu iki görən türkü haqqında nə deyir bu əslində? اما چون اکثر اعاظم و بزرگان و ارباب دول و اصحاب اقتدار اهل فارس و عراق تأمل فهمیدنی و راغب دانستن این کلام سیاست فرجام یافت، حاموسه و نیستیلر و نیز جمعی از احباب و دوستان همین مطلب و مدعا را به کرات مرات از این هگر التماس و درخواست می‌فرمودند، بناءً علی هذا بر ذهنت همت بر ذمت همت این بی بضاعت واجب و لازم آمد که تقدیم خدمت مرجوع را شروع و مقدمی مذکور مسئول را به انجام و ظهور رساند. لحاظا از حضرت آفریدگار جل جلاله و عظم شأنه اعانت و توفیق طلب نموده، قواعد و ضوابط چند در کلمات ترکیه فراهم و مرتب داشته، در آن مقدمه و 4 رکن و خاتمه قرار داده. به مظاهر kitabın adı məzahirdir, məzhər deyil. Məzahirdir, ehtimalən məzhər də oxunur, bəli, hər ikisi oxunur. Be məzhər türki mevsum gərdanid. Pəs bir dənə kitab yazıbdı. Bu adam qeyrəti türkçülük qeyrəti deyibdi ki, necə ki yoxdur. Bir də adamlar deyir, farslar siyasətdə olanlar istəyirlər siyasət dilini öyrəşələr. Bu kəlməni dəqiqən burada dedi. Baxın, dedi ki, اعاظم و بزرگان و ارباب دول و اصحاب اقتدار اهل فارس و عراق را مایل فهمیدن و راغب دانستن این کلام سیاست فرجام. Yani bu siyaset Türk dili siyaset dilidir. Ya devlet dilidir. Hangi dövrüdür onu bilmirəm. İndi onu bəlkə inşallah bir yerdə taparım. Deyir ki, kitabı bu haqda yazdım. در کلمات ترکیه فراهم و مرتب داشته، در آن مقدمه 4 rükn خاتمه، bir müqəddimə 4 rükn bir dənə xatimə qərar verdim. Adında به مظهر ترکی الترکی موسوم گردانید و اگرچه خلق و آفریدگان پروردگار از بنی آدم فرق و جوگه و کرده بسیار فرق و جوگه کرده بسیار طایفه جماعت بی حد و بی شمارند، به مصدوقه آیه کریمی و جعلناکم شعوبا و قبائل لتعارفوا بناء بر حکمت الهی هر طایفه و کردی در اطراف و اکناف رو به مسکون ساکین و هر یک از ایشان به اختلاف الفاظ و اقوال در میان طوایف به ذکر و تسبیح الهی اشتغال داشته و می دارند و اما ازهری و اشهر آنها عربی و فارسی و ترکی می باشد که بزرگان و دانشمندان عربی را در فصاحت و فارسی را به ملاحت و ترکی را در شجاعت یافته و شمرده اند. Deyir ki, hər dilə bir sifət veriblər. Ərəbi را fəsahət, farsi را به ملاحت و ترکی را در شجاعت یافته‌اند و شمرده‌اند و مابقی الفاظ و اقوال را قابل دانستن و فهمیدن ندانستند و کلام ترکی هم به اعتبار کثرت ایل و oymaq indi bu kitabı mən biraz gedim bu farsisini istəmirəm çox da oxuyum. Gedim burada yazaq ki مظهر الترکی
adlı kitabı Fars dilinde yazan adamın aidat. Mazhar-ı Türki kitabı Fars dilinde yazan adamın adı nedir? Abdurrahim Şirvani. Abdurrahim Şirvani Ərdəbili. Parantez arasında yazaq. Bir. Bu kitabı hangi tarixdə yazmış? Görək ki, buna görə kaş yazıydıq ki, neçə nüsxə bundan tanıyır. Yəni, belə bir şey də burada qoysaydıq daha yaxşı olardı, amma. بر اساس منابع تاریخی کتاب مظهر ترکی که اثری در قواعد زبان ترکی yaxşı bunu Türkçe yaz yine. Türkçe ve Arap Türk alifbası ile yaz. İstədiyiniz məlumat, yəni Abdurrahim Şirvani Ərdəbili tərəfindən yazılan Məzhər-i Türki kitabının tarixi haqda məlumat budur. Məzhər-i Türki kitabının yazılma tarixi. Bu dəyərli əsər Hicri qəməri 1267 miladi 1267 qəməri miladi 1851 ilində qələmə alınmışdır. Bəs deyir ki, bu kitab 1200 yazıldığı tarix 1267 Hicri qəməri. Kitab haqda bəzi önəmli nüqtələr. Yazılma səbəbi Əbdürrəhim Ərdəbili bu kitabı Qacar şahzadələrinə, məxsusən Nasirəddin Şahın oğladlarına türk dilini, Azərbaycan və Cağatay türkcəsini öyrətmək üçün yazmışdır. Mövzu bu əsər fars dilində yazılmış bir türkcə gramer dəstur-i zəban kitabıdır. Əlqab məsələsi sizin öncəki sorğunuzda qeyd etdiyiniz Padişah-ı Cəmcahi Vala Təbari Adilşah kimi təriflər böyük ehtimalla kitabın təqdim etdiyi Nasirəddin Şah Qacar üçün işlənilmişdir. O dövrün mənşəat və ədəbiyyatında Nasirəddin Şah bu cür yüksək əlqablarla tanınırdı. Mənim zehnimə gəlmişdi ki, Nasirəddin Şah olacaq, amma hər halda bir dəlil axtarırdı. Ehtimalən bu çağ Nasirəddin Şah çağıdır. Çağ Nasirəddin Şah. Mən fikirəm ki, öncədə bu haqda bir kitab oxumuşdum. Elə Məzhər-i Türki oxumuşdum. Amma ehtimalən fars olduğu üçün bunu oxumamışdım. Yəni görmüşdüm, amma fars olduğu üçün oxumamışdım. Buradan bu üzəni biraz sürətlə oxuyayım, üçün istəmirəm çox oxuyam bu kitabdan. Bir də axirlərinə biraz o türki şeylərindən oxuyam. Və Kəlam-ı Türkiyən bir etibar-ı kisrət-i il o uymaq, aha, buradan qalmışdı. Və mabəqi əlfaz və əqval ra, bir də oxusaq burada, ərəbi ra fəsahət və farsi را به ملاحت و ترکی را در شجاعت یافته و شمردند و مابقی الفاظ و اقوال را قابل دانستن و فهمیدن ندانستند و کلام ترکی هم به اعتبار کثرت ایل و oymak و طایفه و کرده در الفاظ ترکیه‌شان اختلاف زیاد به هم رسیده و اگرچه در حقیقت همگی ترکی است اما در اغلب و اکثر bakın o zaman tamamen bunları Türkçe deyir. در الفاظ ترکیه‌شان اختلاف زیاد به هم رسیده و اگرچه در حقیقت همگی ترکی است اما در اغلب و اکثر الفاظ در معنی و لفظ مغایرت کلی دارد. همچون ترکستان و چین و ماتین و خطا
və Xutən. Yəni diqqət buyurun. Türkistan, Çin, Maçin, Xəta və Xutən ki Üzbəkiyyə və qalmaq tayficat işanənd. Bunlar deyir ki, Üzbək və qalmaqdırlar. Qalmaq tayficat işanənd ki Türkiye آنها به cığətay məşhur və məruf است. Və در کلام ترکیت indi bunu yazıq görsə Türkistan, Çin, Maçin, Xəta, Xətən haradır? Bunu şeydən soruşaq. Bu cəlibdir biraz Türk dilinin coğrafiyasından biraz məlumatımız olmağı heç də zərər eləməz. Dedi ki Türkistan. Mən bunların hərəsinin qabağına bir daha Türkistan. Çin و Maçin. Çin, Maçin, Xəta və Xutən. Tamam, görək bunlara nə deyir? Ki Üzbəkiyyə və qalmaq tayfə-i işanən ki Türkiye آنها که به cığətay məşhur və məruf است در کلام ترکیت نهایت بلاغت و فصاحت آن اکمل و افضل است. بنابر اقتضای موقع لازم دید که غزلی از افصح الشعرا نوایی. Burada bir şey yazıbdır. Bemeyyizi tahrir درآورد. Bemeyyizi tahrir درآورد. Beyt. Ol pariveş İrandak tarun. Ol pariveş İrandak tarun kim boyuş pertövi doğru cismiğe büyük. Bəs o pariveş İrandak taruk kim qoyuş pərtövi doğru cismiğə bök. Gerçi qatil gözüydən olsa tirük həman tirin olacaqdı, o da bün olacaqdı. Hər halda mən ol pərivəş İrvandak tarun kim qoyuş pərtövi dur cismiğə bün. Gerçi qatil gözüydən olsan türk ya olsa tirün tir bülür nuş ləbidən həm adlun. Göngülümə oq üzrə oq atti gözün. Göngülümə oq üzrə oq atti gözün. Ney əcəb bulsa yetişsün üzrə yetişsün. Qatmanız lə'li üzə abi həyat. Gerçi bu şərbət erür əsru küçük. Taşlab üzlü cini nəvayi qədəm ır kim yerağı yoldur o bu ağır yük. Və digər bilad-ı Rum است. Onların dilində deyil, əvvəlcə də şurası bunlara nə yazdı bu şey? Ki bu Çin و Maçin falan bunlar nədir? Oxuduğunuz qədim mətnlərdə, xüsusən Əbdürrəhim Ərdəbilinin kitabında bu coğrafi adlar təkcə bir yerin adı deyil, daha çox Türk dünyası və şərq əfsanələri ilə bağlı böyük bir məntəqəni ifadə edər. Qədim Türk və Fars ədəbiyyatında bu adların mənaları belədir. Türkistan, Türkitan da yazılır bunu. Deyir, bəzi yerdə Türkitan yazıblar. Bu istilah qədim mətnlərdə Orta Asiyanın böyük bir hissəsini, yəni Türk xalqlarının yaşadığı ərazini ihatə edərdi. Azərbaycan klassik nəsrində bu məntəqə mədəniyyətin və icidliyin mənbəyi kimi göstərilirdi. Çin və Maçin. Çin və Maçin deyir, ikisi bir sözdür ehtimalən. Bu iki söz həmişə birlikdə işlənirdi. Çin böyük ehtimalla bugünkü Şimali Çin ərazisidir. Şimali Çindən danışır. Dənizə tərəf yox, üstdə dağlar. Maçin, ma kəlməsi qədim sanskrit dilində böyük deməkdir. Yəni böyük Çin.
Cənubi Çin. Bu da Cənub Çin. Pəs Maçin Cənubi Çin. İndiki bugünkü Çinin güney Uqyanusun qırağında olan bölümləri. Özü də böyük. Maçin, yəni dedik ki, sanskrit dilində böyük anlamındadır. Böyük Çin. Ədəbi mənası. Ədəbiyyatda bu adlar ən uzaq şərq və gözəllik mənbəyi mənasını verir. Məsələn, məşuqənin saçını Çin-u Maçinin müşki ətri ilə müqayisə edirdilər. Xəta, dəstəli T ilə ya nöqtəli T, fərq eləmir. İkisində yazıbdır. Bu qədim türk dilində və tarixində Şimali Çinin məntəqəsinə və orada hakim hökmü sürən Xitay yazıbdır. Xitay qovminə verilən addır. Klasik şeirlərdə pəs Şimali Çin türk torpaqlarıdır. Ehtimali elə budur. Yəni bir də oxuyaq. Bu qədim türk dilində və tarixində Şimali Çin məntəqəsinə və orada hökmü sürən Xitay qovminə verilən addır. Klasik şeirlərdə xəta ahuləri dəstəli T ilə xəta ceyranları məşhur bir təsvirdir. Xütən 2 nöqtəli T ilə. Bu şəhər bugünkü Sinkiang, Doğu Türkistan məntəqəsində yerləşir. Qədim mətnlərdə pəs Xütən də bugünkü Sinkiang, yenə Çin işğal edibdir. Bu Çinin o işğal elədiyi o şey ki, indi Sinkiang ya Doğu Türkistan ya Uyğur deyirik, biz Uyğuristan deyirik. Bu Uyğuristan dostlar 4 Türkiyə böyüklükdə, 2 İran böyüklükdədir. Bu şəhər bugünkü Sinkiang, Doğu Türkistan məntəqəsində yerləşir. Qədim mətnlərdə 2 şey ilə məşhurdur. Müşki Xütən. Xütən ceyranlarından əldə edilən çox gözəl ətir. Gözəllik. İkincisi də budur. Xütən qızlarının gözəlliyi klasik ədəbiyyatda böyük bir nəmadır, temadır. Bu adların Məzhər-i Türki kitabında əhəmiyyəti. Əbdürrəhim Ərdəbili bu kitabda Çağatay yazıbdır. Çağatay türkcəsindən də bəhs etdiyi üçün bu coğrafi adlar türk dilinin yayıldığı geniş əraziləri və o dilin klasik ədəbiyyatının Nizamüddin Əmir Əli Şir Nəvai kimi böyük ədiblərin vətənini nişan verir. Tamam, bu da buradan bunu gördük. İndi o qismətdən keçir, gəlir hara? Və digər bilad Rum است ki təvaif Osmanlı və qeyri در آن مرزبون خلق افزون از شمار بالتمام به ترکی گفتار می نمایند و اکثر عبارت آنها نیز با ترکی ایران تفاوت زیاد دارد. Mən bilmirəm, mən şəxsən özüm görmədim bu çox təfavütü. Özdə İran sözünü burada işlətdi. Və digər ətraf vilayat və ilat İran zəmin است ki 3-cü bölüm. Və digər ətraf vilayat və burada da vilayat və ilat İran zəmin است ki anha niz müxtəlif. Dedik ki, mən bu türkcə Cığatay türkcəsində İran sözünün ir yazılır. İrin cəmi İran olur. İran sözü Cığatay dilində ərlərin vətəni hesab olur. Yəni türkcədir. İran sözü. Arya sözündən gəlməyibdir. Bu bir yanlışdır ki, deyiblər. Özəlliklə ki, əgər bu ad Səfəvidən rəsmi olaraq adın məmləkətə Səfəvi dövlətinin adının son kəlməsidir, ya Qacar dövrünün, ya Nadir dövrünün adının son kəlməsi olduğu üçün bu türklər bunu qoyublar bura. O da budur, bu Cığatay ədəbiyyatı, burada da dedi ki, Cığatay ədəbiyyatı əsl ədəbiyyatdır türk dünyasında. İstərsiniz bunu da qeydim, tazaşdan ora görsələ bilirəm. Bu Cığatay ədəbiyyatı mən də qabaqcan demişdim, zahirən oxuduğuma görə Səfəvi dövründə, Osmanlıda ki, Cığatay çox işlənirmiş, Səfəvi dövründə və Qacar dövründə kitablar Cığatay ilə yazılmış, türkçə kitablar. Onun üçün. İndi hər halda deyir ki, ایران زمین که آنها را نیز مختلف گفتگو می نمایند به خصوص ایلات و احشامات فارس چه
که از بسیاری دخل و تصرفات ایشان در کلمات ترکیه انگریب است که احدی ترکی گفتن و شنیدن را در این ولایت رغبت ننموده به külli göftار Türkçe را موقوف نمایند. Orada da bir görsədir ki, Şiraz ətrafında, İsfahan ətrafında olan türklər belə bir bəlayaya mübtəla olublar. O zaman da nigaranlıq varmış türk dili haqqında, indi də nigaranlıq var. Amma bu dil 100 il buna baskı basandan sonra da hələ aradan getməyibdi. Bu görsədir ki, bu dil çox güclü bir dildir. İkinci, bu dil əqəliyyət dili, azlıqların dili deyil ki, aradan getsin. Bu dil çoxluğun dilidir. Bununla belə ki, tamam baskılar üzərindədir. Qeyri-qanunidir, qeyri-rəsmidir. Mədrəsədə bunun əleyhinə danışılır, radio, televizyon bunun əleyhinə danışır, kitablar qoymurlar bu dildə çıxsın, heç zat bu dildə qoymurlar əslində çıxsın. Amma bu dil hala diridir və hala savaşır, savaş dilidir. Bu dil savaş dili olacaq. Çünki bu dil indi savaşmaqla diri qalır. Bunun üçün bu dil savaş dili olacaq. Niyə deyirlər türk dili şücaət dilidir? Çünki vaqəən tarixdə də savaşır görürük ki, bu elə Səfəvi dövrəsində də, yəni Nasiruddin Şah dövrəsində yazılan bir fars kitabda da bunu rəsmən deyir. Çox cəlib, mən bu kitabı oxumamışdım fars olduğunu, amma indi oxuram, görürüm ki, heyf olub bunu oxumamışıq. Çünki çox bir şeylər sosiolojik olaraq türklərin durumundan bizə göstərir. Özəlliklə İrandan. Dedi ki, burada bir də oxusaq. و دیگر اطراف ولایات و ایالات ایران زمین است که آنها نیز مختلف گفتگو می نمایند به خصوص ایلات و احشامات فارسون üstə qırmızı xətt çəkibdir ki از بسیاری دخل و تصرفات ایشان در کلمات ترکیه انگریب است که احدی ترکی گفتن و شنیدن را در این ولایت رغبت ننموده به کلی گفتار ترکی را موقوف نمایند. مثل آنچه در تعریفی دو اسب میگویند دو اسب نه deməkdir mən bilmirəm. Dv اسب میگویند که دوی خاصdır. که فارسی آن این است که دوش خوب است. دو اسب میگویند. دوینən atın haqqında ehtimalən belə bir şey. Dv اسب میگویند ki دوی خاص دوی خاصdır. که فارسی آن این است که دوش خوب است. که دو لفظ فارسی و خاص لغت عربی و دür حرف ترکی است. و از این قبیل نامربوط بسیار میگویند. نامربوط deyib, çox gözəl deyibdir, sağ ol. Yəni Allah rəhmət eyləsin. بنابراین لابد و ناچار این خاکسار این رساله را به طرز و طور کلام qızılbaş. Qızılbaşlıq görürsə hələ o dövrdə qızılbaş bəllidir. لابد و ناچار این خاکسار این رساله را به طرز و طور کلام قزلباش ایران که حقیقتا ترکی فصیح و مربوط و مرغوب و کلام شیرین بود بعضی دخل و تصرفات در آن قرار داده به تعیین قواعد و ضوابط آن بر حسب yoxdur. قواعد و ضوابط آن پرداخت و چون در بعضی موقع و مقام مباحثه ضروری میشد که نیک و بد کلام امتیاز داده شود ayrıla birbirindən yaxşı ilə pisi. Lihaza ulemai xəmsə nə deməkdir? Xəmsə qabaqcan qovundiyaq ulemai xəmsə deyəndə ehtimalən dinə gedir ya da ki əlbəttə bir də xəmsə iyalətlərin adı. İranda bir iyalət deyər. Ulemai xəmsə nə deməkdir? Xəmsə coğrafiyada nə deməkdir? Bunu da soruşduq ki, görək nə deyir? Oxuduğunuz qədim mətnlərdə və xüsusilə Əbdülrəhim Şirvaninin Ərdəbilin kitabında bu kəlmələr həm elmi, həm də coğrafi baxımdan çox önəmlidir. Ulemai xəmsə. Qədim ədəbiyyat və təzkirələrdə xəmsə 5 kəlməsi ümumiyyətlə 5, yəni 5 kəlməsi, 5 sözü. 5 kəlməsi ümumiyyətlə böyük alimlərin və ya siniflərin dəstəsinə işarət edər.
Amma Məzhər-i Türki kimi qramer və dil kitablarında bu kəlmə qalibən xəmsə-i mütəhəyyirə, 5 heyrət edici alim, olduz və ya müəyyən bir dövrün böyük dilçi və ədiblərinə işarə edə bilir. Əgər mətn tarixindən bəhs edirsə, bu kəlmə böyük ehtimalla İslam dünyasının böyük 5 fəqihi və ya kəlam alimi üçün işlənilib. Amma dilçilik baxımından türk dilinin qədim sərf-ü nəhv qramer haman tədvin edən 5 böyük ustada da göndərmə ola bilir. Coğrafiya xəmsə. Xəmsə nə deməkdir? Bugünkü Zəncan, Böyük Zəncan bunların ətrafına deyilirdi. Amma mən baxaq, coğrafiyada xəmsə kəlməsi qədim türk və İran tarixində böyük bir əhəmiyyət kəsb edir. Bu kəlmə 2 əsas yeri ifadə edir. Əlif vilayəti xəmsə Zəncan məntəqəsi. Gəldi burada da dedi. Qədim coğrafiya kitablarında və Qacar dövründə kitabın yazıldığı dövr Zəncan və ətrafındakı 5 böyük nahiyə Əbhər, Zəncanrud, Tarüm, Mahnişan və Sultaniyyə xəmsə deyilirdi. Bu məntəqə türk dilinin və türk tayfalarının, xüsusən əfşarların ən sıx yaşadığı yerlərdən biri idi. İlat-ı xəmsə, Fars ustanı, ilata da deyəndə orada olur. Cünubda, Şiraz ətrafında yaşayan 5 böyük tayfa, İnanlı, Baharlı, Nəfər, Ərəb və Basrı. Ərəb türklər, Fars deyirlər, Ərəb deyirlər. Bunlar türkdür. 5 türk tayfası, amma adı Ərəbdir. İttihadına da xəmsə deyərdilər. Bunların birliklərine. Bu tayfaların üçü türk kökənlidir. Ərəb ehtimalən Ərəb olacaqdı. Basri də Ərəb olacaqdı onda bəs. İndi burada baxışıraq. Nəticə və bağlantı. Əbdülrəhim Ərdəbili burada oturaq buranı. Dedi ki, پس این رساله را به طرز و طوری کلام قزلباش ایران که حقیقتا ترکی فصیح مربوط و مرغوب و کلام شیرین بود و بعضی دخل و تصرفات در آن قرار داده به تبیین قواعد و ضوابط آن پرداخت و چون در بعضی موقع و مقام مباحثه ضروری میشد که نیک و بد کلام امتیاز داده شود، لذا علمای خمسه که از خانزادهای شهرستان تصور و تفکر و مدتها در مدرس خیال یا مدتها در مدرس خیال به هر نحوه که بایست و شایست اوقات را صرف مباحثه کرده بودند، اسامی آنها را مرقوم و مباحث ایشان را چنانچه خواهد آمد ایراد نمود که انشاءالله تعالی ناظران این رساله به دیده اختیار در مبحث ایشان نگریسته صحیح و سقیم کلام را امتیاز دهند و آنچه را که به فصاحت ترکی اقرب و انسب یابند مقبول طبع عالی و از انفراز عمل فرمایند و از انگرز عمل فرمایند. Bu nə deməkdir? Baş tapmadım. Və uləma-i xəmsə ibarət است. Kimdir o uləma-i xəmsə? İbarət است از Molla Cacim Xan Şamlu və Molla Qaraxan oğlu Qurt və Molla Daşdəmir Qaragözlü və Molla Təngü Yerdi Şahsevən. Yerdi Xudadad yazıb buna. Xudadad yerdi. Pəs bu da belə olur. Dördüncüsü 190. Hacı deyil. Molla Cacimxan Cecim. Molla Cacimxan Şamlu. Molla Qaraxan oğlu Qurt. Molla Daş. Farsısını yazıbdı. Molla Daşdəmir Qaragözlü. Burada üstündə farsçasını yazıbdı ki, Səngü Ahən. Daşdəmir Qaragözlü. Bu üçüncü. 4. Molla Təngü. Tanrı yəni Tanrı. Tanrı verdi. Molla Tanrı verdi, Təngü verdi. Mən oxudum, Təngü yerdi. O düz değilmiş. Bəs çünki burada indi farsıdan bildim. Xudadad ki yazıbdı oradan. Molla Tanrı verdi, Şahsevən. Bu da 4. Və Molla Yazdanqulu Silsüpür. Nə gözəl, nə gözəl. Molla Yardanqulu olacaq ehtimalən. Yazdan yazıbdı. Molla Yardanqulu Silsüpür əst. Bu 5 dənə alim imiş o zaman.
بدانچه تکلم کلام ترکی بسیار خوب و مرغوب و به خصوص جزوی استقلالی صاحبانی فرمان و سلاطین و حکام زیلفرمان عصر و zaman است. Diqqət buyurun. Yəni burada mən bu kitabı niyə oxumamışdım ki? Fars olduğuna görə türk dilinə zülm eləmişəm. Və fəvaid bi hədd و پایان در گذران امورشان دارد و بلکه در امور دنیویه‌شان افضل و اشمل می باشد و چنانچه ایشان از لباس این معنی عاری باشند. هر آینه müstəhəqqi توبیخ و müstəvcib سرزنش می باشد. Diqqət buyurun bunu bir də buranı oxuyuram. Çox cəlibdir bura. Deyir və fəvaidi bi hədd در güzəran umurişan darad və bəlkə در umur dünyəviyyəşan dünya işlərinə görə əfzəl və əkməl mi başad. Əfzəl və əkməl yəni tamam dillərdən həm üstündür. Və çunançə işan az libası in məni ari başand əgər bu türk libasın geyməmiş olalar, paltarın geyməmiş olalar, əgər çunançə işan az libası in məni ari başand əgər türk paltarın geyməmiş olsalar, yəni türk dilinin hər ayini müstəhəq tobix və müstəvcib sərzəniş mi başand. Bunların həqləridir ki, danlanırlar və elə danlanırlar. Tobix, yəni əlbəttə biraz bilirsiniz, tobix məmulən idarələrdə deyərlər ki, bir yazı gələr, tobix deyərlər adına. Yəni ki, bu işi görmə. Deyir ki, əgər türkünü bilməsələr, müstəhəq tobix. Yəni onlar haqqı vardır ki, onlar tobix yazılar və müstəvcib sərzəniş və səbəbi budur ki, bunlar danlansınlar, daş başıva düşsün məsələn deyirlər. و در انظار اهل روزگار از برای ایشان تمکین و ویگاری و شکوه اعتباری باقی نمیماند و در انظار اهل روزگار insanların yanında از برای ایشان تمکین و ویگاری و şükuh etibarı باقی nemi. Bu tür bir adamların nə viqarı qalar, nə şükuh, nə etibarı, nə də bunlara təmkin elərlər. Təmkin nə demək? Yəni bunların sözlərinə baxmaq. Deyir, bunların sözlərinə də baxmazlar. Hərçənd ki, in müxtəsər o dövlət məsələsidir. O təmkin məsələsi gələndə bir ərarvat məsələsində təmkin işlənir, bir də dövlətdə təmkin işlənir. Çünki dövlətin sözünə millət qulaq asmalıdır. Deyir, əgər biri türkü bilməsə, onun sözünə qulaq asmırlar. Hərçənd ki, in müxtəsər risali cüncayişi zikri təfsilə an kəmahü və həqqı, yəni o türk dili ندارد نهایت آنچه بدون تأمل و تدقق به خاطری فاطری خطور می نماید در این رساله به حیز تحریر و تقریر در آورده معروضی ضمایر ارباب فهم دانش و مکشوفی خواطری اصحابی فتنت و بینش می دارد. و بالله توفیق مقدمه و بالله توفیق و الاعانه الله'tan توفیق و köməklik istəyirəm müqəddəmə در بیان نکات و رموزی چند است که قبل از شروع در این رساله دانستن آنها واجب و لازم می باشه. اول نظر به آنچه قواعد و ضوابط این رساله که بلا تشبیه مانند کلمات عربیت مرتب داشته ایم. دیر که عربی دلی kimi bunu مرتب eləmiş. لحاظا شارع در مباحث این رساله را لابد و ناچار است از بلدیتی و استحضاری فی الجمله در علم صرف و نحو. علم صرف و نحو دیر اول جره همه بیله به کتاب oxumaq üçün. چنانچه از آن معنی معرا و مبرا باشند حظی کامل و لذتی شامل از فهمیدن و ادراک آن حاصل نخواهد شد. Əgər deyir bunu elmi sərfi fəhvi, yəni qrameri bilməsələr, dilin qaidələrin, qanun qaydalarını bilməsələr, deyir ki, bu dili düşünə bilməzlər. İdrak eləyə bilməzlər, dərk eləyə bilməzlər. Və bəlkə əksər dəqaiqi ki قرارداد گردیده به müdrikeyşan نخواهد رسید. Onların dərk qüvvələrinə, əqillərinə yetişməyəcəkdir. Əvvəlan ki, کلمات ترکیه نیز مثل کلام عربیت یا فعل است یا اسم است و یا حرف و فعل چیزی را گویند که به خودی خود معنی داشته باشد و مقترن ازمنه ثلاثی ماضی و حال استقبال باشد.
Başad. İsmi deyir ondan sonra. Bunlar getdi bu tərəfə. Gedək bir-iki dana da ayrı şey. Burada qəvaidi deyirdi. Fəsli əlbəttə çəş buradan biraz oxuyuruq, amma çox cəlibdir. O adlara 5 dana uləma-i xəmsiyə diqqət eləyəndə görürük ki, uləma-i xəmsə Daşdəmir Azərbaycanda var idi, Silsüpür də var idi. Onlar ola bilər Azərbaycan, yəni bugünkü İran deyirəm. Azərbaycan deyəndə İran adında bir yer yoxdur. Azərbaycan bu İrandır. Əski zamanlarda İrandır. İndi Azərbaycan biraz çox kiçilib da, təəssüflə. Dünən əgər yadınızda kitab oxuyurduq, dedi ki, Dəryai Mazəndaran Xəzərdə. Bu Xəzərin sahili ki, kitabda Cətsibidə yazdı ki, bu Sarif falan bunların yerlər Türk torpağı imiş. O tərəfdəndəki türkəmənlər var, gedir şeyə, bu tərəfdən də ta Şirazın şeyinəcən, hətta Əl-Əhvazın bir qismətlərincən Türk torpaqlarıdır. Bu böyüklükdə bir yer, qalan ortada da olan Kəvirdir. Kəvirdə də o qədər adam olmadı ki, orada Türk torpağı hesab olur. Çünki Kəvirdir də, Kəviri məmulən o qədər ciddi tutmazlar, amma tutmazdılar. Təəssüflə bu da bir məsələ idi. Hər halda o 5 dənə uləmaya görə daha bir şeylər əlbəttə adam eləyə bilər, çıxadı, çox yaxşı olar. Kitab çox cəlib kitabdır. Bunu mən oxumamışdım, mənim nəzərimə gəlir ki, çox da zülm eləmişəm. Burada indi gəldim bir yerə, deyir ki, gəl, ver, qıl. Burada bunu əvvəl oxuyaq. Bu qıl sözü çox cəlibdir. Bunu biraz yedim daldan. Deyir ki, maqəbl dal bayət hətmən və hökmən sakin və maqəbl an sakin ya məftuh və ya məzmun və ya məksur başad. Misli gəldi, verdi və qıldı başad. Ki, gəldi yəni aməd, verdi yəni vurdu yəni zəd, qıldı yəni be məniyə kərd است. Bir işi görmək, qıldı. Və ümdə-i şərti در اینجا آن است که هر جاه دال و یای ساکنه را از آخر کلمات حذف نمایند معنی امر ترشی فهمیده شود مثل مثالهای ثلاثی مذکوری که بعد از حذف دال و یا و سین جل وور قل باقی میماند که هر سه به معنی امر ترشی است که جل بیا وور بزن قل بکن باشد و ملا یاردانگلو میفرمایند که جویا دی علامت ماضی ترکی همان لفظ فارسی است که به معنی گذشته آمده که واضحی کلام ترکی لفظ امر ترکی را با آن بران گساخت دیر که چنانچه از کلام عربی از ماضی 14 وجه باز می‌گردد از ماضی ترکی 6 وجه باز می‌گردد دو مغایب را بود و دو مخاطب را و دو متکلم را که یکی متکلم وحده و یکی متکلم مع الغیر بوده باشد و فعل ماضی در ترکی بر سه گونه می آورند اول مفتوح و اول مضموم و اول مکسور فعل اوله و اما آنچه اول مفتوح است مثل این که صرف جلدی جلدیler جلدین جلدین جلدiniz جلدم جلدوک و کاف در مخاطب خواه مفرد و خواه جمع رسم الخط ترکی است در خیلی تمام دخلی به قاعده و قیاس ترکی لفظی ندارد و بلکه در تکلم انداختن آنها را سنت می‌دانند. Tamam. Bu kitab çox gözəl bir kitab idi. Mən bunu çox eşitmişdim, amma düzün axtarsaz diqqət eləməmişdim. Bu da buradan. Amma size misal ərəbi, bunlar da axir kitabdan istirdim bunları oxuyam. Bunlar da cinə şeydir. Məsdər rəhm eyləmək, mazi rəhm eylədi. Muzari rəhm eylər, əmr rəhm eylə, nəhy rəhm eyləmə, nəfi rəhm eyləməz. İstifham rəhm eylərmi? İsmi fail rəhm eyləyən, ismi məfur rəhm olunmuş. Həmçinin az rəhm etdi və rəhm qıldı. با سایر صیغه‌های دیگر عالیشان معنی bunyan rəfinə burada elə bir kitabın bir şeyi tökülübdür. Baxın burada yazıbdır ki sonki kəlmə bi ilə başlayacaq. Diqqət buyurun.
Bunu mən qeydim dalıya bir-iki yerdə göstərdim. Baxın, burada yazıb ki, o birisi səhvədə 10 ilə göstərəcəkdir. Baxın, 10. Burada 10'dur. Baxın, diqqət buyurun, 10. Gedirəm bir səfə dalıya. Burada yazıbdır ki, yanıl ya yaşıl. Belə bir kəlmədir, baxaq. Yaşıl, buduxa. Kəlmə bununla başlayır. Diqqət buyurun. Yer qurt. Burada qurt hələ. Yaqutdur. Qurt. Görürsünüz, yoğurt həman, yoğurt. Və muzariəş. Bu kəlmə, bu səfə muzariəş. Burada muzari görürsünüz. Burada bu səfə cırılıbdır. Baxın, burada bir səfə cırılıbdır. Çünki bu sonki kəlmə bununla başlanmır. Calibdir, bu ən azı bir səfə burada cırılıb. Ən azı. Diqqət buyurun. Yəni, bunu vəsətdə əmdən cırıblar. Yüklə. Diqqət buyurun, yüklə. Burada yüklədir, görürsünüz. Burada yazıb kimi. Burada kimi görürük. Burada yazıb ki, vəba. Vəba-i farsi. Görürsünüz. Burada bununla başlayıbdır. Gəlişür. Gəlişür. Baxın, gəlişür. Onunla başlayıbdır. Gəl. Burada da küldür ya gəldir. Kül, bekaf. O düzdür yəni. Dəgişdi ya dəgeşdə. Belə bir şeydir. Baxın, və kəndində və genə də ola bilər. Ya nə mənə? Aynıdır. Yəni, kəlmə burada təkrar olur. Yetişürür. Belə bir şeydir. Baxın, burada da görürük ki, həman kəlmədir, amma bunu mən oxuya bilmirəm nədir. Əmr dəstidir ya əmrəstidir. Əmrəst. Görürsünüz? Diqqət buyursanız, yeni. Burada da yəni yazılıb. Tamam, yeni ya yəni orada da yazılıbdır. O da düzdür. Dama ya da amma. Amma əz. Yox, bu kəlmədə burada səfə cırılıbdır. Baxın, diqqət buyursaq, burada oxusaq, bu ki, əvvələn səfə xəttinə də baxsaq, xətt də biraz fərq edir iki səfədə. Burada xətti bu cür yazıb, burada bu cür. Çox fərqlidir biraz xətt. Amma xətti də nəzərə almasaq, burada beləsi danışır ki, hər döyün məni amədi. Hər do be یک məni amədi əmr است. Yəni, sərasər ehtiyat baş. Və mazi an sığındı və muzariəş sığınır mi ayət. Amma az əsma səman. Diqqət buyurun, sığınmaqdan birdən getdi bura. Burada bu kəlmə nə olubdur? Yenə cırılıbdır, aradan gedibdir. Məncə. Çünki birdən-birə və sığınır mi ayət get və amma az əsma səman getməz ora. Amma burada və amma ola bilər, amma burada və amma deyil. Amma var, amma bu dama mən amma da demək olar əlbəttə. Bəlkə də o cürdür. Burada biraz şəkkə düşdüm. Sürüddü ya süründü. Burada gördü sürüddü. O da o cürdür. Səkiriddür. Səkir tür düzdür. Bu da o aynıdır. Sıq. Burada sıq. Burada dökən. Burada dökən düzdür. Burada daşıdı. Burada daşıdı. Burada yazmayıbdı təəssüflə hər nədir. Bunu cümlədən bilməliyik. Deyir ki, və muzariəş döndürdü mi ayət. Din əmr است. Yəni, be suxən dəray. Və mazi an dindir. Düzdür. Cümlənin davamıdır. Çəqədr ya çıqdır. Çındır. Çındır. Çıqdır yazıb çıxdı. Ola bilər ki, bu olsun. Əlbəttə, burada baxa bilirik. Çinə. Be çim farsi çünə. Çənə həman. Heyvan ra, çunə heyvan ra qoyənd. Çənirdə nə olubdur? Baxın, burada bi yazıbdır. Burada gərək bi olaydı. Bi ilə olmadığı üçün buradan bir səfə ən azından cırılıbdır. Mən indi bu kitabı belə baxarsan, niyə indi buradan deyirəm? Çünki burada o şahın haqqında, Qacar haqqında ya o dövlət ki, o zaman bu kitabı yazıbdır, onun haqqında bir şey yazıbdır. Kitabı cırıblar ki, o bilinməsin. Yəni, həman o döşür nə idi? Həkim nə idi? İngilistanda gedirdi, İngilistan kitablarını çırırdı. Bu da o yolundan cırılıbdır. Amma bunu bilməyib ki, bizim türk insanı ağıllıdır və bunları kəşf elər. Bununla belə ki, mən bu kitabı oxumurdum. Yəni. Amma burada istəyək bu kitabda görək ki, nə qədər əl aparıblar, çox rahatdır. Yəni, bunu mən çox qolaycasına 10 dəqiqə vaxt sərf eləsəm, bunu təşxis verərəm. Biraz kiçik tutun bu kitabı ki, görün.
Məsələn, burada ba ilə başlayır, bina düzdür. Burada nədir? Hendidir, düzdür. Burada və kəlam düzdür. Burada ləfz düzdür. Burada hərçənd düzdür. Burada ərdicas və əzincas düzdür. Burada yelər, zik yelər calibdir burada. Bu kəlam düz deyil. İndi burada baxın, buranı oxuyaq. Digər iltiqai sakinin است. اگرچه التقاء ساکنین در کلام عربیت ذکر نموده به این معین برخلاف عربی و فارسی که این رعایت مرئی نشده، بنابراین بر ناظران این رساله نیز همان معنی واجب و لازم. Yox, burada bu səfə cırılıbdır. Burada bir səfə burada cırılıbdır. Kitabı buna görə ki bilinməyə ehtimal verirəm. O başından bu başdakı səfəni çıxadıblar ki dalda da bunun yeri qalmasın. İndi bunu gördük. Hər halda bunu gördük ki bu beləsi olubdur. Adətəndir, nədir? Bəli, adətin. Burada məşrut, bu da məşrut. Güzəşdi. Bu yazılmayıbdır, amma baxaq görək ki düzdür yox. Gəldün sözü burada da vardı. Düzdür. Gəldünüz. Bu ona görə eləyə bilər ki bu bunun davamı olsun. Əs və kaf der tələffüz حذف می شود. حذف می شود. جلدونوز صیغه جمع مخاطب است از فعل ماضی ترکی خواه müzəkkər və xoh müənnəs باشد və tamam bu yəni oradan şeydir. Bu birisi kəlmədə də baxaq görək ki vurdi, vurdular, vurdun, vurdunuz, vurdum, vurduq, malatınız bu yeri. Malatınız töyri və vurdi, ra, ürdi. Ürdi با الف مضمومه آورده و بو او مضمومه نمیداند و علمای دیگر با آن موافقت ندارند. احتمالاً bu və yox, ördü, elə davamıdır. Çünki ördü yenə də burada o birisi səfədə bu bəhsi davam edir. Burada da yazmayıbdı. تأسفlə bu cür yazmayanda müşkül olur da və zəmair به نحوی که در ماضی استتار دارد در مستقبل نیز به همان قاعده مستور است اما فعل مستقبل که الف ممدوده در اوایل دارد ehtimalən bunu biraz oxusaq bu kəlmə davamıdır. Yəni onun şeyində təşxis vermək olar. Dərən, dəran düzdür. Burada ola bilər. Nə بسیار düzdür ola bilər və بسیار. Binaber düzdür. Çe düzdür. Və quli və qolun həman və qolun düzdür. Kəlmə burada düzdür. Burada ya, barandan. Görək burada nə mənadır? Və məni farsi. Örümə, ötürmədir ehtimalən və به معنی فارسی نیست اینکه دلا تا هست در دستت جام می به تسبیح دست مزن راه مسجد بگیر و بارا برخیز و بنشین. با zahidان برخیز و منشین. Ehtimalən bu da düzdür. Ba sözü burada ba imiş, o da badır, orada düzdür. Və məəda və məani düzdür. Yəni və çün düzdür. Və in düzdür. Burada gərək cümləyə baxaq. Görək ki bu oldu. Nə mənədir? Ehtimalən oxumadım, ona görə در کلمات ترکیه mən istəyəm, hər halda istəyirəm deyəm ki, çox rahatca tapmaq olar. Məsələn, burada fəslidir, düzdür. İndi bunu biləcə də tapmaq olar, dostlar. Məsələn, bu kəlmədəki görürük yoxdur. Burada yoxdur, burada vardır. Bunu istəyirdim ki, bəlkə bundan da tapmaq olar. Yox, tapmaq olmaz. Elə, çünki vəsətdə kəlmə çıxsa qutarar. Çünki o birisi istəyirdim görüm, o birisi üzündə şey tapmaq olar, olmaz, yox. ستایش یا مناسبتش و در düzdür, digər düzdür. Görürsünüz, yəni bu çox rahatlıqca bunu beləsi kontrol eləmək olar. Kitab hər halda bu kitabı zülm eləyiblər. Yəni kitabın geçsək axirinə dedim, axirində bir çox səhifə ehtimalən cırılıbdır. Çünki burada fiillərin haqqında danışır. Birdən-birə keçir Ali şənim معلا بنیان و رفیع مکان و
netice-i eazim و اعیان و شمره سجره انسانیت و دلو و نوباوی حدیقه آدمیت صداد مخدری. Yəni burada adamlar o qədər türk dili ilə və türk insanı ilə müxalifdirlər ki, əvvəl o səfhə, neçə səfhə cırıblar ki, o adamın adı gəlməsin. İkinci, burada bir nəfərin görürük ki, yazıb ki, və nöbavi hədiqi adəmiyyət və istadi məhdumzadi ali və cəlil ağa qərəliyiblər. Təbbalallah Teala ömrəhu və zəyyədə qədrəhu. Ki, dedik bu kitab təəssüflə tarixi də yoxdur. Bu qədər bunlar, bu farslar əmdən türk dilinə və türk insanına zülm eləməyə cəhd edirlər və tarixlərin aradan aparmağa çalışırlar. Çox cəlib kitab idi bu da. Birinci kitabı oxumadıq, ikinci kitabı da tamamən farsı olduğu üçün istəyirəm bir üçüncü kitab da açaq, görək ki, bu nə haqdadır və qonusu cəlibdir. Bu da kiçik bir kitabdır, bunu da oxuyaq və sonra görək ki, nə olur. Burada diqqət buyurun, kitabın adı Fənni Coğrafiya 1223-də deyirlər yazılıb, 1223-də deyirlər bu kitab yazılıbdır 64 səhifədə ki, PDF bunu 32 səhifədə göstərir. Kitabın cildinə baxırıq, cildinin üstündə Osmanlı dövrəsində suyun üstünə çəkilən nəqqaşilərdən kitabın üstünə gəlibdir. Zahirən kitabın özü də göndür, cırılan yerlərin kitabın üzü cırılıbdır, işlənibdir. Əl təri filan cırıbdır bunu. Çox yerin bu nəqqaşinin cırıbdır. Altından gön qərə rəhdə görsənir. Oradan bilirik ki, bu kitabın ehtimalən üstünə nəqqaşı sonra yapışılıbdır. Kitabın cildini açandan sonra içində görürük ki, səfiyyə ağ kağız yapışıbdır. Ortada Şirazə qopbuşmuş, onu bir ayrı kağızla yapışdırıblar yapışqanla. Burada Süleymaniyyə kitabxanasının möhrünü görürük. Bir də bir yazı görürük ki, kitaba ilgisi yoxdur, amma oxuya biləcərik bunu. Kitabın fehristini görürük. Kitabın ortasının cırmağı və su gəlmağını görürük kitaba. Kitab çox riz xəttinə, çox kiçik yazılarla yazılıbdır. Sətrin əvvəli ilə axiri bir deyil, yəni bir xətti də qutarmayıbdır, amma xəttə çəkməyiblər, dövrəsinə çarçıvə çəkməyiblər. Bismillahla başlayıbdır. Kitabın üç tərəfi boşdur ki, yazanlar yazı yazsınlar. Müntəha hər sətirdə bəlkə 20 kəlməyəcən yazıbdır ki, birini heç olmasa sayarıq, görərik. Bəzi kəlmələri qırmızı yazıblar, o önəmli kəlmələrdir. Kitabın ortasının o tikiblər, sapla tikiblər, sapın qırılıb olması, rənginin, qərəliğin və şeyini görürük. Bəzi kəlmələri siliblər, yəni də ağızdan suyu çəkiblər, belə siliblər. Mən özüm də uşaq idim, məsələn, bəzi şeyləri belə silərdim. Ona görə bilirəm ki, bu ola bilir. Və şeydə istifadə edirdilər qədim. Burada bir də əlamətlər görürük. Yəni, xətti çəkibdir, müstətil halətində ya dərətəpə halətində bir şeylər çəkibdir. Ehtimalən yerin haləti dairə çəkibdir, dairəni bölübdür filan. Bunları da görürük. Qırmızı rənglə bunları eləyibdir. Azərbaycan Türk Kitabxanası taza kitablar qoydu. Onu da burada göstərir ki, nə olur. Sətirlər çox bir-birinə yaxın, kəlmələr bir-birinin qarnına, hətta bir-birinin üstünə miniblər ki, elə baxanda elə ki, bir qərə bir şey yapışdırmışsınız kitabın ortasına. Yəni, bu qədər şey görsənir. Əl yazmadır və çox da gözəl bir əl yazmadır. Əslində oxumağı rahatdır. Bununla belə kiçikdir, böyütsək bunu çox rahatca oxumaq olar. Kitabın 15-ci səhifəsində birinci bölümü qutarır. Burada əcəba bir tarix vardı, yoxdur, ona bir baxaq. 32 nöqtə tedad etmişlər və bəhri mühit şərqidə seyr-u səfər edən əhli Hindu, Sindu, Farsu və genə və ehtimalən genə bir yer adıdır. Bəhri mühit şərqi və qərbi də genə də şeydir, şəhər adı da ola bilər, torpaq adı da ola bilər. Eyni halda genə, yəni dubarə, farsça dubarə dediyimiz söz. Genə bəhri mühit-i şərqidə, şərqi və qərbidə gəşt-i güzar edən təvaif-i əfrənc, əfrənc həman fərəngi sözüdür ki, sonra olubdur fərəngi deyilibdir. Əfrənc əsnai səfərlərində
əsnai səfərlərində ənva-i ruzigarı təcəssüs edərək, ruzigar yel, yelin üstündə işlirmişlər, təcəssüs edərək üfüqi 64 nöqtəyə, üfüqi 64 nöqtəyə dəkin qiyas və tedad etmişlər və nüqati məzkurənin əsma və təbirati zirədə təsvir olunan püslədə məzkur və mühərrər olmaqla tədili kəlamidən təhaşi edib püsləyi ilə əhval olundi. Pusiləyə həvalə olundi, nəzər olunduqda məlum olur. Hər halda buradan bu izədə o pusləni göstərəcək. Nədir bilmirəm. Hər halda bu onu göstərəcəkdir. Mən bir tarix axtarırdım bu kitaba, o tarixi tapmadım. Burada onu göstərir. O puslə dediği budur. Buradan bizə fəsli samin. Kitabın əvvəl ortası deyilmiş. Bağışlayın. O kitabın ortasında fəsl imiş. Yəni birinci bölüm deyilmiş. Elə fəsli qutarıbdır. İkinci fəsli başdır. Burada bir cədvəl görürük. İki tərəfli bir səfərin, bir vərəqin hər iki tərəfində cədvəl olubdan boş qalıbdır. Doldurmayıblar. Kitab yenə də gedəcəkmiş bunun dövrəsinə çərçivə çəkəcəkmişlər, o cədvəlləri dolduracaqmışlar, ehtimalən nəqqaşi çəkəcəkmişlər. Bu cədvəl məsələn dolunubdur. Onlar da yarımçıq qalıbdır. Kitab burada qutarır 31-ci səhifədə və bu kitabın adı gəlir burada. Yəni bu oldu üçüncü kitab. Bu üçüncü kitabın tarixinə əvvəl burada baxaq, görək ki, nə deyir? Dür ki, əmrə müqayirdirlər, yəni mühiti yeni dünyadır və qət'i salisi mühit ərazi qutb-ı şimalidir ki, yeni dünya Amerika olur. Və qət'i salisə mühit ərazi qutb-ı şimalidir ki, məchulul əhvalıdır. Qutb-ı şimaldan deyir ki, məchul əhvaldır. Və qət'i rabiə ərazi qutb-ı cünubidir ki, ol dəxi məchulul əhvalıdır. Qutb-ı cünuba da getməyiblər. Bunlardan maəda qalanlar 5000 cəzairi əzimə vardır. 50 ehtimalı 50 cəzairi əzimə vardır ki, kəmali əzəmətindən naşi bir əzim itlaq olunur. Və təmmət-i tərcümətü, bu kitab tərcümə imiş. Ad tərcümə. Yaxçı, bu da tərcümə. Təmmətü tərcümətü fiyyədi mütərcim. Mütərcim kimdir? Mütərcim fiyyədil əbd-i zəif əl-mühtac ilə rəhməti rəbbihil-lətif əs-seyyid Həsən ibn Seyyid əl-Hac İbrahim əs-seyyid Həsən ibn əs-seyyid əl-Hac İbrahim. Tarix ha zamandır? Tarix tərcümə. Tarix tərcümə fi leylətir rabi'i min şəhri Məhərrəmil Həram. İlin əvvəliymiş. Məhərrəm ayı ilin başlanğıcıdır. Ərəb ilinin birinci ayının adı Məhərrəmdir. Tarix tərcümə əvvəli fiileyli rabi'i 4-cü Məhərrəmin 4-ü Əs-səni səlasə və 23-i və məteynə bəl 1223. Üstdə də düz yazıblar. 1223 min hicrətin nəbəviyyə. Yəni bu kitab ha zaman yazılıbdır? Bəllidir, bu sorular yazılıbdır. Çünki Amerikanın da haqqında bir məlumat verir. İndi 1447-ci ildir, yox. Üst İslamamın iştibah elədi 1447. Bundan çıxsaq 1223. 224 il bundan qabaq yazılıbdır. Yəni əslinə baxsaq mən bu kitabı gərək oxumayam, amma tərcümə olduğu üçün oxuyacağam bunu. Şey eləyəcək. Çünki bu tərcümədir, əsl deyil. Tərcümə də düşmənin dişidir. Yəni bunu bilək ki, o kitab əslən düşmənlər yazıblar. O bizim üçün yazılmayıb əslində.
Tərcümə. Neçə il bundan qabaq? 224 il bundan qabaq bu kitab yazılıbdır. Qeydaq kitabın əvvəlindən başdan başlayaq bu kitabın haqqında. Tamam, gəldik əvvələ, qeydaq buradan. Fehristə baxmırıq, fehristlə işimiz yoxdur. Nə deyirlər? 2 səfərlik fehristi vardı. Əlbəttə kitabın mənası və əqsam və tərtibinin məbnası bəyanındadır. Bab sani coğrafiya əmali və ana məxsus heyət və həndəsədən vəz olunan əşkalın bəyanındadır. Bab salis ərzin kürəviyyətinə dairə yumru olmağına, yəni zəminin tədvirini, tədvir birinci kəlmədə eşidirəm, bu nə deməkdir? Kürəviyyət, yəni zəminin tədvirini iqtiza eləyən dəlail bəyanındadır. Bab rabi şəmsün küre-i zəminə nisbəti doğru inqilabi ilə zuhur edən dəvair bəyanındadır. Bab fəsli əvvəl füzəlai coğrafiya پیراهنی کردیه 8 عدد پیراهن küre yani yer küresi da 8 adet ruusi devairi takdir etmişler onların beyanındadır. Beyan da olubdur nənanındadır. Fasl-i sani xatti üstüva beyanındadır. Fasl-i salis menteqetul buruc beyanındadır. Fasl-i rabi daire-i nisf-ü nehar beyanındadır. Fasl-i xamis ufuk beyanındadır. Fasl-i sadis ruusi nugati erba'a beyanındadır. Fasl-i sabi nugati fasl-i tasi daire-i tan qutbi beyanındadır. Daire tani qutbi beyanındadır. Mən bunu ərəbcədir, türkcə oxudum. Dairə-i tan bir məni vermədiyi üçün gördüm ərəbcədir. 2 dənə dairə var, qutb dairəsi. Biri şimal, biri cənub. Ona görə tan kəlməsini işlədik. Fasl-i sabi dairə tani qutbi beyanındadır. Fasl-i aşir mənatiq beyanındadır. Fasl-i hadiyə əşər əqalim beyanındadır. Fasl-i sadis küre-i zəmin üzrə mütalə olunacaq murad beyanındadır. Fasl-i əvvəl bir məhəlli məlumun ərz tulini bilmək beyanındadır. İndi burada oturmuşam mən. Bunun mənim coğrafiyayı olan hangi ərz tuli coğrafiyayda oturmuşam onu deyir. Nədir tapacaqsan? Çox cəlib bir şeydir. Məmulə indi bunu biz Google Map ilə tapırıq. Google Map'də vursaq orada görsədir ki, ərz tuli coğrafiyayımız nədir? Fasl-i sani küreyi bir muzeye göre ifaqiyə suud etdirmək beyanındadır. Fasl-i salis bir yevmi ma'lumidə, yevm gün, bir yevmi ma'lumidə şəmsin cərəyanının nəzər etmək beyanındadır. Fasl-i rabi xurşid ənvər nə gün bir məhəlli ma'lumun üzərində əmuden murur etdiyi beyanındadır. Əmuden murur etdiyi. Fasl-i xamis bir yevmi ma'lumidə bir məhəllə görə şəmsin tului qurubini bəlmək beyanındadır. Mən indi burada oturmuşam. Bir deyir ki, bunun gün bura düz əyri baxmır, düz baxır üstdən, düz düşür, saç gürsanır. Bir deyir ki, birinci buydu. İkincisi də budur ki, bu məhəllədə görə şəmsin tulu qurub. Bu indi mən buradayam. Bu hangi saatda və saniyədə gün çıxır bura görə, bu mənim olduğum yerə görə. Və hangi saniyədə gün batır mənim olduğum yerə görə. Onu mühasibə. Çox cəlib, dəqiq mühasibələrdən söhbət edir. Fasl-i sadis bir məhəllün ətvəli nəharini və iqlimini tətbiqən fəhm etmək beyanındadır. Ətvəl, yəni ən uzun zamanı orada ha zaman olacaqdır. Fasl-i sabi
adedi əqalim şuhuri bəyan elər. Neçə dənə ay var. Fəsl-i samin bir məlum saatdə nə məhəllidə vaxti zuhrudur ehsası bəyanındadır. Hangi məhəllidə zuhrudur onu. Fəsl-i tası bir məhəlli məlumun nəhari gəngi yevm filan qədər saat tul olur anın bəyanındadır. Fəsl-i aşir iki məhəllin beynində olan məsafənin qiyası bəyanındadır. Bab-ı sabi xəraiti coğrafiya əşkalini və küre zeminin rüsumi əmalindən təriq istimali bəyan edər. Coğrafiya nəqşələrin haqqında. Fəsli əvvəl əməli xəriti bəyanındadır. Ne cür bir nəqşəni çəkəcəkdir. Fəsl-i sani bir şəhrin tul ərzini bölmək bəyanındadır. Bu da yer kürəsi üzündə bunun hangi burasını mən Türkiyə çevirəmirəm. Fəsl-i salis iki məhəlli məlumun beynində olan məsafəyə qiyas bəyanındadır. Məsafəyi qiyas bəyanındadır. Fəsl-i rabi ilmi vəchil umumi miqyas bəyanındadır. Fəsl-i xamis kürənin turab və mailə müştəmil əcza-i mütənəvvənin istilahatı bəyanıdır. Bu turab torpaq, ma su. Fəsl-i xamis kürənin turab və ma ilə müştəmil əczanın. Kürə ehtimalən cəzirələrdən ya qarrələrdən danışacaq. Xatimə küreyi dəxmin qaz qət'ə mütləqiyyə təfriq olunduğu bəyanındadır. Görürsünüz ki, çox elmi bir kitabdır. Amma bunun gedək görək ki, Bismillahirrahmanirrahim bunu hardan tərcümə eləyib, niyə tərcümə eləyib, nə zərurəti görübdür, bunu deyək. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu ala cəmil ənbiyai və mursalin və ala alihim və əshabihim əcmain əmma bəd. Bir həqiri, bu həqiri pür təqsir calibdir ki, birlə bu eyni bir cür yazılıbdır. Yəni fərqi yoxdur. Bu həqiri pür təqsirin mulidi məmalik-i məmuri əl-məsalik-ül Osmaniyyədən Mədine-i Qeysəriyyə olub. Bu adam orada doğulub. Mulid yəni doğulduğum yer. Harada doğulub bu adam? Məmalik-i Osmaniyyədən Mədine-i Qeysəriyyə olub. Bir mucibi təqdiri həbbi qədiri hədasət sin və hali səbabətimdə bər təqdiri bət olacaq ehtimalən. Bəti nə deməkdir bilmirəm bunu. Ya həbdir. Qədiri hədasət. Qədiri hədasət. Hədasət yəni tapıldı. Yəni mənim əlimdə deyil, ixtiyarım yox idi. Orada doğuldum, orada qaldım, orada yekəldim. Bunlar hamısı heç bir. Qədiri hədasət sinnu hal səbabətimdə, uşaqlığımda آستان سعادتی آشیانی سلطان اسلامیانه رمالی عبودیتten ve aya giri olduğumdan ve vaya ve İslamiyane Sultan-ı İslamiyane rumali ubudiyetten vaya gir olduğumdan rumali ubudiyetten ne demektir rumal? Ubudiyetten vaya gir olduğumda. Bu kəlmə çox cəlibdir. İndi burada biraz Osmanlını əlbəttə təxəssüsü kitabda, bu da təxəssüsü danışacaqdır. Ona görə ondan şey edək, çıxaq şeylər burada şeydən soruşaq ki, bu nədir? Bu cümləni yazaq. Sultani Saadet Aşiyan Sultan İslamiyane Saadet Aşiyan Sultan İslamiyane Rumali ubudiyetinden vayigir olduğundan
rumali ubudiyyətdən rumali ubudiyyətdən vaya gir olduğumdan Əgər görün beləsidir ya fərqi ilə yazıbdır. Olduğumdan düzdür. Olduğumdan. Səadət aşiyan sultan isti. Tamam, görək bu nə deməkdir. Vaya girib biraz şey eləyim, ayırım. Tazaşdan yazdıq. Bu sətirlər Əbdülrəhim Şirvani Ərdəbili Həzrətlərinin Məzhər-i Türki kitabının müqəddəməsinin dibacəsindən götürülüb. Yox, buradan deyil. Bu kitab-ı fənni coğrafiya. Bunu ona veririm ki, iştibah eləməsin. Bu cümlə fənni coğrafiya adlı Türkçe yazılmış kitabın en başta gelen cümlelerinden biridir. Tamam, onu bilsin, onun üstünde yazsın. Çox cəlibdir. Əgər bu cümlə fənni coğrafiya kitabında işlənibsə, demək siz Əbdülrəhim Şirvani Ərdəbili coğrafiya sahəsində yazdığı əsərini oxuyursunuz. Yenə getdi, bura gəldi. Bu deyil, yox da. Bu, o dövrün elmi dilinin nə qədər ağır və ədəbi olduğunu göstərir. Bu kitabı Ərdəbili yazmamış. Bəlkə bir başqa şəxs Türkcəyə çevirmiş görünür. İslah eləyək bunun bunu islah eləmək çox çətindir. Bunu dediyiniz çox yerində bir diqqətdir. O dövrün ənənəsini yenə də getdi həman ola. Bir çox elmi əsər, nücum, tip, coğrafiya, Avropadan ya da Fransa əvvəlcə Farscaya da Ərəbcəyə, sonra isə mütərcimlər tərəfindən Türkcəyə çevrilirdi. Əgər bu kitab Ərdəbili yazmayıbsa, böyük ehtimalla Məhmud İşkili, Məhmud ibn Məhəmməd ibn Əli İşkili ya da o dövrün Darülfunun mühitində çalışan adam, get cümləni denən. Sən səhv edirsən. Lütfən mənim cümləmin anlamın və sözlərin anlamın yaz. Qeyd oradan o cümləni yaz işinə, sənin bura getməklə. Tamam, görün bunu tapdı ya yox. Görək nə deyir? Deyir, aha, gəldi, tapıbdı. Üzr diləyirəm, haqqlısınız. Mən mövzunu bir az genişləndirdim. İndi tez keçirik sizin yazdığınız cümlənin kəlmə-kəlmə mənasına və o cümlənin dəqiq anlamına. Cümlənin kəlmə-kəlmə mənası: səadət aşiyan, səadət xoşbəxtlik, uğur. Aşiyan yuva, məskən. Mənası Sultan-ı İslamiyan, sultan hökmdar, padişah, İslamiyan müsəlmanlar. Mənası rumali ubudiyyətdən, rumali ubudiyyətdən. Ru üz, mal sevmək, sürtülmək. Sürmək, sürtülmək, sevmək deyilmiş. Sürmək, sürtülmək. Malidən, məstərindən.
ubudiyyət, bəndəçilik, qulluq. Vaya, daxil olma, çatma. Gir, tutan, olan. Ehtimalən, yəni istəyir deyək ki, farsi ilə şeydir, mürəkkəb bir cümlədir. آستان سعادت آشیان سلطان İslamiyane rumal ubudiyyetten vayecir olduğumda Devlet-i İlliye-i Osmaniye'de müstegillen 45 sene alçe kebir filming olup alçe kebir filming olup defaat edide Risalet Kübra ile beyn devletin hizmetgüzar filming ehtimalen bu alçı kəbir filming nə deməkdir bunu? 5 sənə elçiyi kəbir filming. Filming nə deməkdir? Bunu bilsək o elçini orada başlatdıq. Filming. Oxuduğunuz o coğrafi kitabında filming ya da filming kəlməsi böyük ehtimalla Hülənd və ya ümumi olaraq Belçik və Hülənd məntəqəsinə işarə edir. Qədim mətnlərdə və Osmanlı Qacar coğrafiya kitablarında bu kəlmənin mənası belədir. Coğrafiya mənası filming. Valams filming. Əslində Belçikin şimalında yaşayan Flaman xalqlarına filmin və onların dilinə deyilir. Amma əski türkcə mətnlərdə bu kəlmə geniş mənada Hülənd dövləti üçün işlənilirdi. O dövrdə Hüləndilərə filming tayfası və o ölkəyə filming vilayəti deyilirdi. Tamam. Pəs 45 və Osmaniye'də müstəqilla 45 sənə elçi kəbir filming olub. Dəfaat ədidə 45 il elçi olub adam. Dəfaat ədidə Risalət-i Kübra ilə beyn dövlətin xidmətgüzari müsalihi am və vücuhi ilə xeyrxahi dövləti illiye İslam, burada yenə bunu siliblər, ikən fot olan Güntə Qulir nam, Güntə Qulir bir nəfərin adıdır. Fot olan Güntə Qulir nam, tamam, kitab o qədər oynatdıqca qələmi, hər halda. Fot olan Güntə Qulir nam, sahibi ət-tədbirün şərəfyabi intisabi xidməti olub, hüquqi nemət və ədai xədəmat lazımə vəli nemeti ba'del muraat bir müqtezai fitreti təbii əsnai fürsətdə tələbi ilm-i təhsil fünunə sərf ovqat üzrə ikən به امر خدای بیچون مخدومی تربیت نمونم ارتحال دار بقایی ilə bu xaksar پسماندی خار زار فنا olup بالا bil istrar مانند مرغ بی پر قفسی inzivایی مقامی و معرا edip و مگر edip نوای مدارسه فنون متفرعه تبدیل edip علایق dünyadan روگردان و عوائق بیمعنادن کشیده دامان متوکلا علی الملک علی اوراق ایچن آمی عبادت می حکمت şemim منتشر ساهی ناسوتیه olup bir muhtezai meşiyet ilahi خاندان ایلیه عثمانیه‌den نوبتی سلطنت و شاهی شاهزادی عالیجاه پادشاهی والا تختجاه تاجدار جمشید شوکت عریچه نشین اسکندر سولت خاقان زمان سلطان ابن سلطان پادشاه مسعود و امجد از سلطان محمود خان ابن سلطان Mustafa xan. Hangi şeydə sağda bu kitabı ya tərcümə eləyibdi? Çağ.
Sultan Mustafa Xan ibn Məhəmməd xan. Pəs bunun zamanında əvvəl görək ki, Sultan Mustafa Xan ibn Məhəmməd xan kimdir və hangi zamanda? Sultan Mustafa Xan ibn Sultan Məhəmməd xan. Calibdir, indi ki bunu gördüm, mən bunu iştibah yazdım, bunu düzəldim. İndi ki bunu gördüm, bir şey yadıma düşdü. Tamam, düzəltdim. Bu gün idi, dünən idi, Instagramda bir səhifə gördüm. Bir dənə mətləb, bir dənə əks gördüm. Osmanlı padişahlarının bir neçəsinin əksini qoymuşdu orada. Ki elə bir məsələn 36 dənə Osmanlı şahı var ya, 35 dənə, 36 dənə. O padişahların elə bir hamısının əksini qoyubdu. Yəni bu təsəvvürü yaradır adam. Altında yazıb ki, yəni bir dənə əks qoyubdu. İçindən fərz edin ki, 15 dənə şah əksi var məsələn. İndi biraz az, biraz çox. Bu həddə, yəni bəlkə 10-dur, bəlkə 15-dir, bəlkə 20-dir. Əksi qoyub bura. Yazıb ki, baxın görün Osmanlı şahlarının adının biri Məhəmməd ya Həsən Hüseyn varmı? İmamların adı, yəni ərəb adları varmı? Calibdir ki, adam bir təsvir yaradır. Mən özümdə, niyə yoxdur? Amma Sultan Məhəmməd, Sultan Əhməd, Əbdülhəmid çoxdur. Amma o ləhzədə adam əksə baxır, adları da baxır, hamısının adı türkcə addır. Bayezid filan Bəhman, əlbəttə Bayezid də ərəbcədir. Amma yenə də məsələn deyək ki, adam baxır bunlara, niyə bunların adına məsələn şey yoxdur? Məsələn Həsən Hüseynzad yoxdur. İmam adı yoxdur. Məsələn Mustafa. Burada hər halda o istəyirəm deyəm ki, adamı vaqiiyyətin bir zərrəsin külli vaqiiyyət göstərərək adamı toylaya bilirlər. Ya da bir vaqiiyyətin içindən bir böyük nəqqaşın içindən bir tikəni göstərib onu vaqiiyyət göstərirlər. O halda ki, o vaqiiyyət deyil. Oxuduğunuz kitabda adı keçən bu şəxs Osmanlı padişahı 3-cü Sultan Mustafadır. Anasının adı atasının adı Sultan Məhmud xan deyil. Sultan Əhməd xandır. Mən Məhəmməd yazmışam. Burada Məhəmməd yazıbdır, düzdür. Yazıbdır ki, Sultan Məhmud xan deyil. Atasının adı Sultan Məhmud xan deyil. Biz yazmamışıq Məhmud. Sultan Əhməd xandır. 3-cü Əhməd. Amma sizin oxuduğunuz mətndə əgər Sultan Mustafa Xan ibn Sultan Məhəmməd xan yazılıbsa, bu iki ehtimaldan biri ola bilir. 2-ci Sultan Mustafa. Bu padişah Sultan 4-cü Məhəmmədin oğlu. Hakimiyyət illəri yazaq ki, bunları şey yaz. Lütfən tarixləri hicri yaz. Tazaşdan da yazsın, görək nə deyir. Adı keçən padişah, yəni Sultan Mustafa Xan ibn Sultan Məhəmməd xan 2-ci Sultan Mustafa hicri təqvimi ilə bu tarixlərdə hökmranlıq etmişdir. Təxt üstünə çıxıbdır 1106-da. Təxtdən inişi 1115. Yəni koditi olubdur da ehtimalən. Təxtə çıxması 1106. Təxtdən indirilməsi 1115. Tamam. Kitab bu arada yazılıb. Yəni buradan bu üzəsi əgər oxuduğunuz fənn coğrafiya kitabı bu padişaha təqdim olunubsa, demək o kitab təxminən 1110
Hicri illəri ətrafında yazılmış və ya tərcümə edilmişdir. Bu dövr Osmanlıda coğrafiya və xəritəçilik elminə marağın yenidən artdığı bir zamandır. Bu padişah dövründə Ərəbin elmi əsərlərindən istifadə etmək, Qərbin elmi əsərlərindən istifadə etmək və coğrafiya bilgilərini genişdirmək dövlət üçün çox önəmli idi. Çünki o illərdə böyük savaşlar, Karlofça müahidəsində gedən sürəc baş verirdi. Kitabın başqa bir yerində, tamam, baxarıq, görürük ki, nə deyir. Burada şahın adını bildik ki, Sultan Mustafa Xan ibn Sultan Məhəmməd Xan Həzrətlərinə müqəddər və təxti valarəxti xilafət və təxti valarəxti xilafət cülus Humayun Şövkət məqrunləri ilə münəvvər olduqda bil cümlə ibad sidq e'tiyad və əshab taat və inqiyad məsrur و şad و duayı bəqayı dövlətlərində müttəfiqül fuad olmuşlardır. Malikül mülk la yezal olan خدای بی مثال و خداوند ذوالجلال تعالی شأنه و تتولا احسانه ذاتی ستوده صفاتlerin afiyeti berdəvam və tul ömrü ilə müəmmər və hərəkat və səkanat şəhriyarlərin tövfiq cəlil zəfər rəfiqə müzahir eyləyib zamani səadət əqtiranlərində hünərvərani məarif پیشه دلشاد و پنجه دلشاد و پنجه بنیم gibi بیکسانی حیرت اندیشه متسلا و بر مراد ایلیه آمین به فضل که یا رب العالمین. مقدمه مقال و متممه معال قیل و قال budur ki, bundan əvvəl Sultan Əhməd Xan Zişən zaman səadət nişanələrində dərgah ali mütəfərriqələrindən zübdə-i əshab mərifət və ümdə-i ərbab mənqəbət coğrafi İbrahim Əfəndinin mücərrəd təysir və təksir fünununa səbəb istitaət olmaq üçün tələb və himməti və hüsn niyyəti ترسیم اشکال و اشکال و صنعت تباعت بابنده مساعده علمای ازام و معاضده وزرای ذل احترام ایله مرزی العمل و اعمال و اشاعته محل olduğu cəhətdən فتوای شریف و فرمان منیف ilə padişah İslam tərəfi əşrəflərindən معزون و مرخص olduqda əmimə المنافع əmimiyyətül mənafi təvarix və qəvanin və məsalik bəhr و bəri mübəyyən neçə nüsxi nafi təb'i nəşrinə şari və musari olub, xüsusən fənni el-coğrafiya. Diqqət buyursanız, indi bu adam Qərbi gətirir yavaş-yavaş bizim içimizə, yəni bu adamlar 50 il, 40 il, 45 il qalıb orada. İndi onların kültürün gətirir bizim içimizə və bunlar əslində bir növ batı maraqlısılardır. Bizi batılaşdırmağa və hər şeyimiz batılı olsa biz gedərik qabağa, belə bir düşüncələri var təəssüflə. Hər halda və məsari olub coğrafiya, fənni coğrafiya, təhdid bilad و təhdid səvad bəyanında əzzu və əhsən bir fənni məlih və müstəhsən və ilmi fələkiyyatdən müstənbət və müdəvvən etdiyi bəzi kütüb-i təvarixidə müsərrəh və məşruh olduğu üzərə elmi nücum oxudum. Fünun-i əqliyyə və bil cümlə
منظم علوم نقلیه منزمی علوم نقلیه olub ابتدا اشرفی بلاد بابل زمین olan Bəğdadi canibində mütəkəmminani Əraqi Ərəb dəqiqə danlərindən dəqiqə yəni riz cüz'iyyat mütəməkkinan sirvətdilər mütəməkkinani İraqi Ərəb dəqiqdanlərindən zuhur anların dahi ihtidai samuti meçhul babinde badiye nişinan Ərəbani beynində mə'mul و məşhur və onlardan dahi millət Yunanə müntəqil və beyinlərində hikmət ilmiyə ricali ilmi məzburə rağib və müştəmil olub yevmən fəyevmən mümarisət və istimalləri mütezayid olmaq həsəbilə cümle-i riyaziyatiden olan ilmi hesab و heyət و həndəsənin bir fənnə mülazim və mülabisəti və mutalaə və mümarisəti fənn coğrafiya ihtira ələ gətirmək ihtirainə müədda olub tərhi əşkal و şərh əhval و təqdirat məsahات و تهدیدات باهات و تعریف عروض و اطوال و توصیف اودیه و جبال و تفهیم ابعاد بلاد و امصار و ترسیم براری و بهاری و بهار بابنده مصطلحات جدیده و ادوات عدیده‌ای حاوی فن mübərhən olmaqla Avropa sükkanindən olan tüəfi afrenc qailləri asnaf ulumə mail və rağib ələl xüsus fənn məzburə məzid rəğbət ilə talib olub etina və etibarları cəhətdən tərtib və təhsil və təhzib və təkmili əmri mənafi kəsir və fəvaid əzizəyə vəsilə uzma olduğundan تحقیق و اذعان ilə نقودی آمال بیشمار و صرف و خرجی و تتمیم و تکمیلینə توقف eyləyən ədəvat və valai cəm و dərc eləyib elm و intisabinə və fəhm و iktisabinə miləli mütənəvvəənin qıral və əshab mənasib و مراتب olan رجال و ملازمان در جاه و ضابطان عساکر سپاه زمرسی میل و رغبت و دقایق و حقایقına سعی و himmət eyləmək ilə əshab məmalikdən olan qıralları təhti təsərrüfündə olan məmləkətləri və hududi hökmündə olan zavaya və cəhətləri müayinə və müşahidə etmək üçün bərahin həndəsiyə müvafiq və əşkal heyətə mutabıq xutut və rüsum ilə xəritə təbir olunan səhayifi mütənəvvəə ihtirainə himmət eləyib əqalim səb'ədə vaqe cünub و شمال غربی و şərqi şumali غربی və şərqi məmalici bilad və qirasi və cibal و اودیه و حد انتهاسی بحر و برا اطوال و عروزنی و ابعاد و روایا و رسم و مفروزنی بیان و محبی ریاه و حرارت و برد و برودتین elan ilə təqribən. Çox cümlənin uzunluğunu görürsünüz. Hələ cümlənin davamı var. Yəni 2 səhifə oxumuşuq. Cümlənin davamı var ki, o dedi şahın zamanında nə olubdu? Oradan başlayıb hələ davamı var bu cümlənin. Dərk və izan və fəhm və itqan üçün əşkal, rüsum, xutut, hudud, mərz, bum, mərsum, mövzu, mövsum, mətbu qılınmışdır ki, məsmuat, mərsiyat mənziləsinə tənzil və xəbəri surət amiyanə təsmil
تمثیل olunub səvabiqi əzmanədə misal ənqa mevcudul ism mefqudul cism cami cahan namadən iğna eyləmişdir ki cami mezburun nəf'i ancaq mülk maliki malikə mənzər məxsusi olan salikə məxsus olmaqla mənfəət umumidən xali olmuşdur olmuş olur. Surət məzburədə fənn coğrafiya cəhannümayı surətdə və məna müsabəsində bir töhfeyi dilara olub əla və ədnaya fəvaid və mənafi'i ail və şamil olur. Binaən əla zalikə qəyyuni və mühəndisun. Qəyyun ehtimalən elə nəqşə çəkənlər olacaqdır. Qəyyun. Görək nə deyir qəyyuna. Oxuduğunuz qədim coğrafiya mətnində qəyyun və ya bəzən qeyyun kəlməsi böyük ehtimalla qədim Yunan dilindən keçən bir istilahın türkçələşməsidir. Bu kəlmə iki mənada işlənə bilir, amma coğrafiya kitabında ən çox bu məna önəmlidir. Əqalim və coğrafi bölgələr. Qədim coğrafiya elmində Betlimus ənənəsində dünyanı əqalim-i səb'ə, yəni 7 iqlimə bölərdilər. Bu mətnlərdə bəzən müəyyən bir məntəqənin enlik və uzunluq dərəcəsini və ya o bölgənin hava durumunu ifadə etmək üçün qədim istilahlardan istifadə olunurdu. Qanun sözü də gəlib buradan, qanun. Və ya coğrafiya ciddi cədivələri. Bilmirəm nə deməkdir. Əgər bu kəlmə bir cədvəlin həman və ya xəritənin başlığında gəlibsə, qıyyun kəlməsi əslində qanun, qaidə, cədivəl kəlməsinin fərqli bir yazılış şəkli ola bilir. Qədim türkcə əl yazmalarda kaf və qaf hərflərinin kökündən gələn və Avropa mənşəli kəlmələrin canon türkcə təlaffuzun uyğunlaşmış şəklidir. Bir ölkə və ya şəhər adı, tamam. Burada coğrafidanlar olacaqdır, coğrafi bilənlər. Əl-azalik qəyyuni və mühəndisun və rəsədiyyun münəczimun hükəması və sair fənni riyaziyat üləması ittifaqı ilə məcmu və məsnu və French. İndi French sözü də ehtimalən Fərənc sözü French sözündən, yəni Fransa ki, İngiliscə French deyilir. French sözü, Fərənc sözü French sözünün ərəbləşməsi ya farslaşmasıdır. French İngiliscə Fransənin adıdır. Fransaya biz deyirik Fransa ya Frans. İngiliscə oradandır. French orada gəlib Fərənc olubdur. Yəni biz Fransəni Fərənc deyə çevirmişik birinci dəfə. Fərənc. Frençdə qəvaid və əşkalın bəyan ilə mövzu olan nusxi mütəbərə məqbulül əhali olmaq həsəbilə bu kəmtəran, xaçpay hünərvəran, bəndəyi məzərət numuni baruti sərtərcüman sicilliyatun həzar əcz و təksir و şərm بیشمار و عذر کثیر ilə fuzulانه və müstəmindانه زبان افرنجیدن lisan-ı Türkiyə nəql və tərcüməyə cəsarət güstaxanə eyliyi bu bəndəyi dilguşayi cəmnumani fənnil coğrafiya ilə müsəmma eylədim. Pəs kitabın adı cəmnumai fənni. Pəs kitabın adı
Tərcümənin adı ad cəmnumانی فنی جغرافیا. Cəmnumani fənni coğrafiya ilə müsəmma eləmişdir. Cuşe çeşmi mürüvvət ilə imrar nəzər tərbiyyət edən باهرشأن و ناظران مکارم نشان حضراتوندن رجای شرمساری و مستدعای معذرت کاری budur چی به حسب البشریه واقع olan səhv xətayı məstur və əfv əta buyurub اصلاح مقال و مثال ilə şayisته کمال birru افضال bir yəni yaxçılıq birru ifzal buyurələr tənbihi həzərat ulul əbsarə ifadeyi mütəzziranə budur coğrafi İbrahim Əfəndinin mətbui yazan kimdir? Coğrafi İbrahim Əfəndinin mətbui himməti ulyası olan katib Çələbi mərhumun Cəhannuma nam kitabı əgərçi Coğrafi İbrahim Əfəndi bu bir dənə adamdır. Coğrafi İbrahim Əfəndi. O bir kitab yazmışmış. Mətbui himməti ulyası olan katib Çələbi mərhumun katib Çələbi də bir şey yazmışız. Cəhannuma nam kitabı əgərçi cümlədən müğənni bir kitabı müstətab olub. Qəvaid həndəsə və heyət üzərə əhval əflaç-ı süvəri kəvakib-u nücumi və məsalik-u əmyal bərru bəhru hudud-u mərz-u bumi bəyanında bir əsəri nayab olmuşdur. Ancaq bu nüsxi müxtəsər بیقدر nə qədər əhqər و کمتر ایسا دقیق کتاب مزبورون مزایای مفهوماتنه مدخل و باب فهرست انتصاب و اکتساب و علمق ملاحظه سیله این دل اهالی و طلاب رغبت و حسن قبولی لبهریاب علمق معمولdur. Bu məmul ki eynindən yazılır o değil, bu əliflə yazılır. Yəni adət olunmuş معمولdur. آثار گلیله و کثیره اهل بیان و مؤلفات جلیله و حگیره دائیان البته بردار ürək و برزات عالی جهری معالی پرورون بردار داورون البته بردار داورون و برزات عالی جوهر معالی پرورون اسم سامی و وصف عالم آراسی و دعای دولت و ثنای معلاسی التزامی رواج یافته علمق امر معین و رسم برهن ادیچی معلوم دانشوران عالمیاندر معلومی دانشوران عالمیاندر امدی bu بندی یسیره و تحوه حگیره صدر اعظم زمان و وکیل جلیلی پادشاه جهان وزیر بینظیری عطاردی دبیری مشیری شیرسولت و مشتری تدبیری زلقلب تسلیمی و تدبیل حلیمی حکیمی مشکوری حلیمی وگوری فلات النهاد و ارسطو اجتهاد دارنده اخلاقی ملکیه داننده آفاق فلکیه قمری طلعت زهره سیما جبهه نمای نور انتما مریخ هیئتی خورشید خصلت شجاعت شعاری سماحت دسار کواکبی مواکبی سواکبی مناکبی صدر الوزاره بدر الصداره علی العالیقدر علی عالیقدر ولی والا صدر علی پاشا عبدالله
به اضعاف النصر و الفتوح و طول عمره کما طول عمر نوح حضرتlerinin نام نامی و اسم samiləriyle müənvən və duayı dövlət və sənayi himmətləriyle müzəyyən qılınıb huzuri asfanələrinə ma'ruz güstahane kılındı. Merahim illiyelerinden ümmidi fegirane budur ki bu eser naçizi behriyab hüsn ve kabul ve ber abdi ve bu abdi bi miqdar خاک مزلتن رفع ایلیه سایر چراغ فروزان دعیانی صداقت نشان زمرسine ملحق و موصول بوره سفله بین الاقران ممتاز و شادان بورلر فمنه العنایت و توفیق و تسهیل قوامز التحقیق imdi. Pes bu da vəzirə görə bir dəfə şaha görə bir şey yazmadı. Bu vəziri çox belə əcib apardı göyə. İmdi əshab fəhm fərasət və ərbab ilm dərasət həzəratinə məlum ola ki bu risalənin ibtidai müəllifi fərəncə qıralının coğrafi xassi və ixtira fununi riyaziyyə ixtisasi olan münsürüb nam filosofi münşi bil cümlə Avropa əqalimində şəhri şəar və bu fneyi dairi əməliyyatından və bu fənnə. Tamam. Əvvəl bu adamın adı. Yazan kimdir? Tərcümə beləsi yazaq. Kitabın əsl adı. Bunu qoyaq burada. Kitabın əsl yazarı. Tamam, burada bunları yazaq. Görək. Dedi ki, ibtida müəllifi Fərəncə qıralının, Fərənc həman Fransada, Fransa qıralının coğrafi xassi və ixtirai funun riyaziyyə ixtisası olan münsürüb yazan kimdir? Münsürüb adında bir adam, filsuf. Nam filsuf münşi bil cümlə Avropa əqalimində şöhrət şiar və bu fənnə dair əməliyyatı sahibi etibar olub Risale-i Mərqumənin bu rəsm üzərə səbəb tərtibi budur ki, cəlibdir, bunun kitabının adını bilmədik nə mənədir. Fransəlidir, hər halda tamam, bu Fransəviliyini də yazdıq bura ki, bu şeydir. Bu tərtib budur ki, kütüb-i əslafın əksəri heyət və həndisə və coğrafiya müstəlahatı ilə məxruc və məxlut və bir-birinin rüsum və əşkali bəyanında naməhbut olmaqla mücərrəd fənn coğrafiyaya həsr mətləb edən talibanə əsir yəni çətin və təəllüm və əxzi qeyri yəsir, çox sadə deyil yəni, olduğundan xəriti coğrafiya əşkalin və küre zəmin əmalini təhsiliyə təysir və təshil qəsdi ilə ifraz və iftira və müstəqillən bir əsəri xoştər ibraz və ixtira eləyib bir müqəddəmə və 7 bab və bir xatimə üzərə təlif olunmuşdur ki, müqəddəmə fənn məzbur fil cümlə توقفی olmaqla heyət və həndisə müstəlahatından miqdari kifayə və lazım iddirayə bəzi rəsm və əşkal babindədir. Bab əvvəl coğrafiya ləfzinin mütəəssifanə kitabın adını yazmadı. Mütərcimin də adını bilmədim axırda. Əlbəttə dedi bu həqir, təqsir falan dedi, amma haradaydı o? Amma mən orada bu adamın adını görmədim. İlla ki deyək.
ترجمان سجلیاتون هزار عجز و تقصیر و شرم بیشمار و عذر کثیری لفظولانه و مستمندانه زبان افرنجیدن لسان ترکیه نقل و ترجمه cesaret گستاخانه ایلی bu بندی دلجوشا cəmnumani fənni el-coğrafiya ilə müsəmmə eyləmişdir. Adı nə idi bunun? Ben bunun bir ad gördüm ama dedim bunun adı değil. Ama olabilir ki bunun adı olmuş olsun. Yani mütercimin adı olsun. Tamam, bir iş görək. Yox ki mütercim, aha, Əs-Seyyid Həsən ibn Əs-Seyyid Əl-Hac İbrahim budur. İndi buradan soruşsaq bu kitabın adı da oldu. Tərcümeyi kitabın adı da oldu nə mənə? İndi bunun əsl adını dedik ki yazmadıq. Buradaydı, neyək? Cəmnumayı fənni coğrafiya. Cəmnumaniye fənni. Ayırdım mən bunları. Coğrafiya. Biraz o cəmnumayı biraz şey olurdu. Onu ayırdım ki rahat oxuyam. Bundan bizə bunu. Tərcümədir. Mütərcim də budur. Fransəvilinin də adını tapdıq. Tamam. Tarixini də tapdıq. Təqribən dedik ki bu kitab. Gedək bir axirdən də görək bu kitabda tarix yazmışdı əlbəttə. Amma yenə də kitab çox təxəssüsü bir kitabdır. Əlyazmadır, tərcümədir. Əlbəttə burasında bildik ki bu tərcümədir. Burada axirdə yazıbdır hangi tarixlərdə bunu yazmışdı. Oxumuşuq. Tarixi tərcümə Məhərrəmin 4-ü 1222, yəni 224 il bundan öncə. Burada da aşağıda yazıb 1223. Burada da belə bir şey yazıbdır, düzdür. Aşağıda da ədədlə sonra yazıblar. Bu günləri 3 kitabla tanış olduq. Biri İxtilacnamə. İxtilac dedik ki, o şey ki biz türkcə səyirmək deyirik, səyirmək. Bədəndə bir yerlər bizim iradəmizdən xaric öz-özünə başlayır titrəməyə. Göz olsun, qulaq olsun, dərinin bir yeri olsun bədəndə. Bunlar hər halda da, yəni başımızın, dərimiz, bədənimiz bir yerdə başlayır istəyək istəməyək, qəlbimiz olsun, ya ayrı bir yeri olsun. Birdən görürsünüz ki, düşüb belə bir öz-özünə bir titrir. O titrəmələrə adına deyirlər, ixtilac deyirlər. Seyirmək. Bu kitab bədəndəki seyirməkləri hərəsin bir şeyə yorur. Ki, sağ göz seyirsə belə olar, sol göz seyirsə belə olar, başın dərisi seyirsə belə olar, belin arxanda bel seyirsə, belin ortası belə olar, hamısı seyirsə belə olar. Belə bir şeylər deyir. Bu bir qədim bir növ fal kimi bir şeymiş. Amma bəlkə də doğru, bəlkə də şeydir. Yəni onu mən bir şey deyə bilmirəm. Mənim təcrübəmdə müsbətdir. Şəxsi təcrübəmdə o var idi. Məndə bir zaman var idi. İndi yoxdur təəssüflə. Kanadaya gələndən sonra yavaş-yavaş aradan getdi. Amma Kanadaya gəlməmişdən bu var idi ki, var idi. Hər halda qisməti var idi. O kitabı çox oxumadıq. Yəni, bizlər oxuduq, türkdür, bu qonulara mərbutdur, oxumadıq. İkinci kitab çatdıq, adı Məzhər-i Türki. Bunu qabaqcan görmüşdük, oxumamışdıq, çünki farsı idi. Amma bu səfər bundan bir 18 səfəzdə oxudum. Kitabı yazan Ərdəbilli Əbdürrəhim Şirvanidir. Bu adam Şirvanda doğubdur,
Bir çox yerlərə də alınıbdı. Sonra Hətmən Gəlbərdə gedib Şirazda orada qalıbdı. Sonra da Osmanlı dərbarına ya hətta hər nə cür biləxərə olubdu. Siyasət əhlinə və farslılara bir kitab yazıb türkünü öyrətmək üçün. Kitabda çox türk haqqında ciddi məlumat verir. Fars dili haqqında da məlumat verir. Əlbəttə çox türk dili haqqında ciddi məlumatlar verir. Mən oxumamışdım. Çox da sevindim ki, bu kitabı bu gün oxudum burada. Yəni bilmirdim. Mən deyirdim fars olduğunu qoymuşdum qırağa. Nasiruddin Şah dövründə yazılıb kitab. Nasiruddin Şaha verilibdi ehtimalən. Üçüncü kitabsa 1267-də yazılıb bu kitab. Yəni o Məsəl-i Türki 1267-də yazılıbdı. Üçüncü kitabçı açdıq, çox önəmli idi. O bununla belə ki, xülasə bir kitabdır. Yəni 64 səhifəlik bir kitabdan danışırıq. Osmanlı dövründə Sultan Mustafa Xan ibn Sultan Məhəmmədin dövründə, yəni Sultan 3-cü Sultan Mustafa ehtimalən onun dövründə yazılıbdı. Tərcümədir bu. Fransa dilindən tərcümə olunub. Fransada bunu yazanın adı Münsürübdür. Fransəvi dilindədir. Əsli kitab odur. Tərcümə eləyəndə adını qoyubdu Cəmnumani fənni coğrafiya. Türkcə beləsi ad qoyubdu. Tərcümə eləyən Seyyid Həsən, Seyyid Hacı İbrahimoğlu. Bunu tərcümə eləyibdi. Tərcüməni 1223-cü ilin Məhərrəm ayının 4-də tərcümə eləyibdi. Və çox ədəbi və çox geniş və çox mütəvvəl yazılan, amma eyni halda xülasə yazılan bir kitabdır. Bu qədər bizi görər bu günləri. Allaha min mərtəbə şükür olsun ki, bu günləri bizə bu ömrü verdi. Dədələrimizin bizə qoyduğu miraslardan. Bilirsiniz, hər şey qərar deyil ki, biz özümüz ya dədələrimiz yaradalar bizdə olan. Dünyada insanlar bir-birlərinin təcrübəsindən, elmindən faydalanırlar və inkişaf edirlər. Biz də eyni olaraq bəzi şeyləri özümüz inkişaf eləmişik, yaratmışıq. Bəzisində gedib ayrı millətlərdən almışıq və mənimsələmişik onu və onu inkişaf elətdirmişik. Coğrafiya da özümüz də bunu yazmışıq. Məsələn, mən bir nəqşə gördüm Osmanlı dövründən. Yazmış ki, bu nəqşəni bu günləri bu diqqətdə fəqət mahvari ilə, yəni göydəki bu məsnu qəmərlər ki var, yerdən əks edir, bunlarla fəqət bu diqqətdə çəkmək olar. Nə cür bunlar? O zaman bu diqqətdə Osmanlı bu nəqşələri çəkmişmiş. Bu da ciddi bir sözlərdir ki, indi nə cür olur, nə cür olmur, bunları da Allah bilir və mən ciddi bunlardan xəbərim yoxdur, savadsızam. Çox gözəl bir gün idi. 3 dənə kitabla tanış olduq. Məncə üçü də cəlib idi. Hərəsinin özünə görə bir mövzusu, bir qonusu və bir məsələni danışırlar. Sağ olun, sağ qalın. Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitablarla tanış olmağa çalışacağam. Hələlik.